Buyurun. Gəldik. Birinci sual. Qənimə gəl elə səndən başlayaq birinci situasiyanı. Buyur. Amma biraz sürətli olun ki, heyvanlara da baxaq. Biraz bitkidən, biraz heyvandan işləyək. Buyur. Deməli, birinci sual deyir ki, əlin yarpağın xarici quruluşu, yarpaqların düzülüşü mövzusunda öyrəndiklərindən sonra biologiya dəftərində yarpaq şəkillərini çəkdi. De görüm, birinci nədir mənim balam? Bu birinci yarpaq hansı? Təkləlik varidir, müəllim. Bu nədir? O içər yarpaq. Düzdür, tamamilə doğrudur. Üçüncü nədir? Barmaqvari. Düzdür bu. Sonrasında tək yarpaqlar. Sadə yarpaq da, sadə. İndi buyur, birinci sual oxu. Bir əlinin birinci və üçüncü rəqəmləri ilə işarə etdiyi yarpaqların növlərinin adlarını müvafiq olaraq yazın. Dedik də mən birinci təkləlik vari. Düz. Bəs mən barmaq vardı 5 dənə yarpaq olmalı deyildi. Yox, kim dedi ki 5 dənə? Yox, mənim balam, yox. Hə, barmaq quruluşunda olmalıdır yəni. Yox, biz orada sayı demirik barmaq vardı. Üçərdə deyirik, təklələk vardı, minimum 5, maksimum 7 deyirik. Amma barmaq vardı sayı demirik. Aha, buyur. Deyir, əlinin 4 rəqəmi ilə işarə etdiyi yarpaq növünün aid olduğu bitkilərdən ikisinin adını yazın. Dördüncü sadə yarpaqdır. Biz deyirik sadə yarpaq məsələn olur palıd, günəbaxan, alma, toz ağacı, dəmir ağac, bəli. Toz ağac, aha. Sonra deyir, əlinin 2 rəqəmi ilə işarət etdiyi yarpaq növünün aid olduğu bitkilərdən birinin adını yazaraq onun 5 yarpağında neçə yarpaqcıq olduğunu hesablayın. Aha. İkinci müəllim üçər idi, səhv etmirəmsə. Üçər idi, elə idi, düzdür mənim balam. Birinci təklələk var, ikinci üçər idi. Aha. Üçərə bir misal deyə görək, üçərə misal deyək. Məsələn, çiyələk, böyürtkən, moruq. Düzdür, tamamilə doğrudur. İndi onların 5 yarpağında neçə yarpaqcıq götürəcəyik qənidə? Bir dənəsində 3 dənəsi də 5-də 15 götürərik. Düzdür, 5-i vuracağıq 3-ə, bu deyiləcək 15. Əla, düzdür. Xədicə. Bəli. İkinci situasiya, buyur balamsan. Deyir ki, Mahmud təcrübə üçün 3 stəkan və hər birində 20 qram olmaqla çəltik, qarğıdalı və donxud toxumları götürdü. O birinci stəkana bir neçə qarğıdalı dəni töküb ağzına qədər su ilə doldurdu. İkinci stəkana yaş pambıq qoyub üzərinə noxud toxumları əlavə etdi. Üçüncü stəkana çəltik dənələri qoyub olduğu kimi quru saxladı. Hər üç stəkan otaq temperaturunda bir neçə gün qaldı. Birinci sual, təcrübədə hansı stəkan və ya stəkanlardakı toxumlar düzəldi? Cavabınızı əsaslandırın. Demək, mən birinci stəkana qarğıdalı dəni tökmüşdü, ağzına qədər su tökmüşdü. Ona görə orada oksigen olmayacaq, hava olmayacaq, cücərməyəcək. Ay, sağ ol. Çünki toxumun cücərməsi üçün nə lazımdır mənim balam? Deyək buraya. Hava mütləqdir ona. Oksigen olmalıdır orada. Rütubət və ya su, istilik və ya temperatur, oksigen və ya hava. Bəli. Birinci stakanda hava olmadığı üçün bir dənə bir şeydə sual verim. Bəs hansı bitkinin toxumudur ki, o suyun içərisində də cücərə bilər? Yəni ona lazım olan oksigeni sudan da ala bilir istisna. Ağızlığı həmal təmizləyici olanlar. Yox, onu demirəm. Hansı bitkidir ki, yəni toxumu suyun içərisində də cücərə bilir? İstisna ki, bitki demişdik, toxumu suyun içərisində cücərə bilər. Yəni biz qabı ağzına qədər su ilə doldursaq, həmin bitkinin toxumları cücərər. Kimdə əl qaldıran desin? Uşaqlar, ekran paylaşımı etmişəm, görmürəm. Kim bilir? Çəltiklə belə pişik quyruğundan çəltiyi demişdik. Çəltiklə pişik quyruğu. Onlar biz, çünki onlar ona lazım olan oksigeni sudan da ala bilir, havadan da ala bilir. Davam elə mənim balam, Xədicə, buyur. İkinci stəkanda məncə cücərə bilər. Üçdə çəltik var, amma quru saxlayıb, su yoxdur. Onda necə cücərsin ki? Cücərməyəcək, çünki burada rütubət yoxdur. Aha, bəli. İkinci sualda deyir ki, əgər ikinci stəkandakı toxumlar cücərərsə, onların cücərtləri sonraki kütləsi neçə qram olduğunu həllini göstərməklə hesablayın. İkinci stəkanda olan onların neçə qram deyir olduğunu hesablayın. İkinci stəkanda noxudu idi müəllim. Noxud da öz kütləsi qədər sudurdu. Bu da 20 qram deyiriksə, udulmuş su 20 qramdırsa, elə 20 qramda noxudun özü olur. Bəli, quru çəkisi 40 qram 20 verir bizə. Quru çəkisi 20-dirsə, bəli, 20 qramda su udacaq. Və üçüncü sualda deyir ki, əgər birinci stəkandakı toxumlar cücərərsə, onların bu zaman neçə qram su olduğunu göstərin. Burada da qarğıdalı idi.
Qarğıdalı da yarısı qədər su doldurdu öz Sağ ol. çəkisini. 20 qramsa 10 qram su udacaq. Hı. Elə udduğu suyu istəyir deyəsən. Hə, Yox, udduğu suyu istəyir burada. Hə, vsyo, bəli. Udduğu Udduğu suyu cücərdikdən istəyir. sonra, bəli, bəli. Burada cücərdikdən sonra kütləsi deyir. Burada udduğu suyu deyir. Sadəcə 10 götürəcəyik. Tamamilə doğrudur. Aferin mənim balam. Düzdür. Sonda gəldik Aysel. Çünki bu 11-ər bilir, sizlə keçməmişik. Aysel, Bəli, müəllim. buyur. Üçüncü situasiya. Deyir ki, müəllim biologiya dərsində dərman bitkilər haqqında məlumat toplamağı tapşırmışdı. Aygün aptek bir otu çoban yastığı bitkisi haqqında məlumat topladı. Hı-hı. Aygünün məlumat topladığı dərman bitkisi hansı sinif və fəsilə aiddir? Deməli, ikiləpərlər sinifi mürəkkəb çiçəklər fəsiləsinə Bəli, aiddir. baxlar sizlə də keçəcəyik bunu. Çoban İkilə- yastığı, iki ləpəllər sinifi, mürəkkəb çiçəklər fəsləsi, iki ləpəllər sinifi, bəli, mürəkkəb çiçəklər fəsləsi tamamilə doğrudur. Buyur. Deyir ki, Aygünün məlumat topladığı bitkinin meyvə tipini, yəni toxumca meyvədir. Boru şəkilli çiçəklərinin çiçək düsturunu yazın. Burada da deməli mürəkkəb çiçəklərdə çiçək düsturu K0, L5, Y5, D1-dir. Ay, sağ ol. Boru şəkillərdə K0, Bəli. B5, K0, L5, Y5, D1. Y. Yəni 5-lər bitişikdir biri. Yaxşı, bəs dilcik şəkilli çiçəyinin çiçək düsturunu yaz desə necə yazacaqdın? Dilcik şəkildədir. Yalançı dilcik şəkilli. Çoban yastığının səbət çiçək qrupunda 2 cür çiçək olur. Hə, bəli, yalançı dilcik şəkli var, bir dilcik şəkilli. Yalan- Dilcik şəkilli olsa orada həm erkəklik, həm dişi olur. Amma yalançı dilcik şəkildə nə erkəkçik olmur, nə də dişi olur. Çoban yastığında hansıdır? Yalançı dilcik şəkillidir da Bəli. mənim balam. Ya Bəli. boru şəkilli, günə baxanda da ya boru şəkilli, ya yalançı dilcik şəkilli. Aha, yaxşı buyur. Deyir ki, bu bitkinin bir çiçək qrupundakı 122 çiçəkdən 32-si yalançı dilcik şəkillidirsə, çiçək qrupundakı erkəkçiklərin ümumi sayı neçədir? Burada müəllim 122-dən 32-sini çıxaram. Sonra da Nə dinlə qalır deyir ki, 22-dən 32-ni çıxanda 90 Təkcə dənəsi qalır. buna nə şəkilli 90 çiçək qalır. deyəsən? 90 dənəsi deməli yalançılar çıxanda boru şəkilli Ay qalır. sağ ol, boru şəkilli düzdür. Bir Bəli. boru şəkilli. 90-ı da 5-ə vuracam. Ay sağ ol, 90 da vurarsan 5-ə 45. Ecə 450. Aha, düz, tamamilə doğrudur. Əla. Yaxşı, sonda gəldik nəyə? Fatimə meyvəni təzə keçmişik. Fatimə, Bəli, müəllimə. buyur. Fatimə burada. Deyir ki, cəzəniz. Yox, Müəllim. hə, sən açdın. Mən o birisi Fatimə. Hə, eyb yox, sən aç, sonda Rəhmanova Fatimə açar. Qoy bunu Rəhmanova Fatimə desin, siz yuxarıları da bilirsiniz. Sizə yuxarıdan düşsə deyərsiniz. Buyur Rəhmanova. Buyur. İki altıncı Birdən sınıf oxu. şagirdi. Rəşid meyvə mövzusunu öyrəndikdən sonra həyətlərindəki bitkilərin meyvələrin qoşuna görə qruplaşdırdı. Hı. Cədvələ əsasən X və K bitkiləri meyvə tiplərinə müvafiq olaraq yazın. X nə yazıb? X-ə nə yazıb mənim balam? Çox toxumlu şirəli, K-da bir toxumlu quru. Çox toxumlu şirəli meyvəyə nə demişdik biz? Adı nə idi? Meyvələri biz qruplaşdıranda Fatimə, çox toxumlu şirəli meyvəyə nə demişdik? Mən meyvələri oxumamışam. Xəstə edim keçənləsinə görə. Niyə? Öyrənim mən sonra. Fatimə, dərsi oxuma, canı valaram, eşitdin? Aha. Yaxşı. Aynur. Fatimə, bax, Bəli. bir dəfə səndən soruşacağam ha meyvələri. Ad dilini eşitdin? Aynur, buyur, izah elə. Çox toxumlu şirəli meyvələr isə gilə meyvələrə aid etmək olar. Bəli, Kaya isə bir toxumlu quru meyvələrə isə fındıq meyvə, toxumca meyvə, fındıqca meyvə, sonra nə var idi? Dən meyvə, bunlar. Bunları misal göstərə bilərik, düzdür. Yaxşı, sonra növbəti situasiyanı oxu. İkinci. Əsasən Z hansı bitkilər ola bilər? 3 nümunə yazın. Z bir toxumlu şirəli meyvələr. O da bir toxumlu çərdək meyvədir. Nümunə olaraq albalı, cavalı, sonra böyürtüşən,
Bunları Böyürtən yox, göstərmək olar. böyürtkən şey idi, çox toxumlu çərdək meyvə idi. Albalı, gilas, ərik, şaftalı, bax bunları deyirik. Aha. Üçü. Y bitkisinin iki taycığından ibarət Hansı idi? Y bitkisinə nə vermişdi? Gəl ona baxaq hələ. Çox toxumlu quru meyvə deyir. Çox toxumlu quru meyvələrə nələrə aiddir Aynur? Əvvəlcə onu de görək. paxla meyvə, buynuz meyvə, qutucuq meyvə Ay sağ ol aiddir. Füsyo. İndi gəl burada xüsusiyyəti verilib. Görək bu üçündən hansıdır bu çox toxumlu quru meyvə? Buyur. Y bitkisinin iki taycıqdan ibarət bir meyvəsindəki toxumlarda ləpə yarpaqlarının sayının cəmi 18-dirsə, bu meyvə neçə toxumludur və onun əmələ gəlməsində mayalanmada bilavasitə cəmi neçə hüceyrə iştirak etmişdir? Aynur, iki taycıq deyirsə, bunu nə götürəsən? Paxla meyvə, buynuz yoxsa qutucuq? Paxla meyvədə. Ay, Buynuz paxla meyvədə. meyvə. Yox, bayaq düz dedim, paxla meyvə. Məsələn, lobya. Lobya paxla meyvədir. İndi lobyanın bir toxumunda neçə dənə ləpə yarpağı götürmüşdük? Bir toxumunda neçə ləpə? Lobya Lobya iki ləpə. Ay, sağ ol, 2 ləpəllərə aiddir. Deməli, onda 18 dənə ləpə varsa, neçə dənə toxum var? 9 dənə. 9 dənə toxum var, aferin. İndi bir toxumun əmələ gəlməsində mayalanmada neçə dənə hüceyrə iştirak edirdi? Hansılar idi? 4 hüceyrə, mərkəzi hüceyrə, yumurta hüceyrəsi, sperm. Ay, sağ ol, 4 hüceyrə. Bəs 9 toxumda nə qədər olacaq? 9 toxumda 36. Всё. Əla, səsi bağlaya bilərsən. Sonda gəldik. Aytac. Buyur görün mənim Aytac qızım. Bəli, müəllim. Bəli. Deməli ki, Aha. biologiya dərsində müəllim ilk ləpələr sinifinin fəslələrini keçdikdən sonra ümumi təkrara başladı. Hı-hı. Lövhədə ilk ləpələrə aid bəzi bitkilərin adlarını yazaraq şagirdlərə suallar verdi. Deməli, lövhədə kartof, noxud, kələm. Lövhədə adları yazılmış bitkilər hansı fəslərə aiddir? Deməli, müəllim, biz demişdik kartof, badımcan çiçəklər fəsləsi, Badımcan çiçəklər. noxud, Aha. noxud, paxlallar fəsləsi, Hı. kələm isə xat çiçəklər fəsləsinə aiddir. Hı-hı. Düzdür, tamamilə doğrudur. İndi İkinci sualda deyir ki, bu bitkilərin aid olduğu fəslələrin çiçək düsturlarını yazın. Hı-hı. Birinci kartofu yazıram, badımcan çiçəklər, K5, L5, erkəkcik 5, Mütərzə mütərzəsiz. bəli, hamısı bitişikdir müəllim. Ləçəklər, kəsə yarpaqları, erkəkcik bitişik. Hı-hı. Dişicik bəs? O isə mən təkdə 1. Ay sağ ol. Badımcan çiçəklərdə erkəkcik hansı hissədən birləşirdi? Mən saplaq hissəsindən. Erkəkcik saplağı ləçəyə birləşirdi. Aha, keçdik paxlallara. Sonra paxlallar. Paxlalar deməli kəsə yarpaqları 5 dənə. Bitişik sərbəst. Mən 5-də bitişik. Aha, ləçək. Ləçəkləri 3 plus 2 idi. 2 dənəsi bitişik idi. Ay sağ ol. 2 bitişik ləçək bərabərdir. Birinə götürmüşdük. Qayıq. Bir qayıqçı Ay sağ ol. qaynalardı. Aha, sonda erkəkciyi necə yazır? Sonra erkəkcikləri müəllim 9 plus 1 yazırdıq. Aha, belə 9. Dişicikdə 1 dənə. Sərbəst. Dişicikdə 1 dənə, düzdür. Aha. Kələm. Sonra kələmçələr belə K4, L4, erkəkcik 4 plus 2, dişicik 1. Burada bitişik söhbəti yoxdur, yəni bitişik olan yoxdur. Hamısı sərbəstdir, düzdür. Yazdı nə ala. Aha. Sonra deyir ki, lövhədə adı yazılmış buynuz meyvəli bitkinin bir çiçəyində çiçək yanlığının əmələ gətirən strukturların cəmi neçədir? Mən buynuz meyvəli olan deməli kələmdir. Hı-hı. Düzdür. İndi bitkinin bir çiçəyində çiçək yanlığını əmələ gətirən strukturların cəmi. Hə, çiçək yanlığında biz bilirik ki, kasa yarpaqları ilə ləçəklər əmələ gətirir. Aha. Bəli, o da 4 plus 4, 8. Qız bülbül kimi ötürür, göz dəyməsin qızıma. Çox sağ olun. Sən də sağ ol. Sonda gəldik. Növbəti burada. İsmail. Aç görün mənim balam. Səs. Bəli. Buyur. Növbəti bunu sən izah elə. Eyüp ki, mən deyim, Nərminin anası şorba bişirdi. Şorba Nərminin çox xoşuna gəldi. O, anasından bu yemənin hazırlanmasında hansı bitkilərdən istifadə etdiyini soruşdu.
Anası kələm, çundur, pomidor, kartof, baş soğan, yer kökü və biberdən istifadə etdiyini dedi. Yeməyin hazırlanmasında gilə meyvələrdən istifadə olunmuş bitkilərin adını deyin. Mən deyim ki, gilə meyvələr bu da pomidordur. Ondan sonra deyim ki, anası kələm, çundur, pomidor, biber. Ev ki mənim biber də demək olar da, ev ki mənim pomidor, biber bu şeydir. Ay sağ ol, düzdür. Kartofun isə Bəli. gövdə yumrusundan istifadə edib, düzdür. Bəli. Kartof meyvəsi gilə meyvədir. Amma biz kartofun meyvəsini Yəni, yemirik. Onun yemirik. meyvəsi zəhərlidir. Bəli, burada pomidorla nəyi götürdük? Biber Biber. götürdük gilə meyvəsi. Sonra davam elə. Sonra mən ikinci sual deyir ki, yeməyin hazırlanmasında istifadə olunmuş birləpəli bitkinin adını yazın və onun 5 toxumlu meyvəsinin əmələ gəlməsində cəmi neçə sperm iştirak etdiyini hesablayın. Aha. Burada Ev ki mən deyir ki, hansıdır bunların içərisində? birləpəlilər mənim ev ki birləpəli şeydə mən onların içində Soğan. Hə, Birləpənləri bəli, düzdür soğan. keçəcəyik yenə. Amma toxumu keçəndə orada keçmişdik. Soğan yadıma Hə, gəlir, bəli. o birləpəllər də gedirdi. Deməli Bəli. soğan. Aha. Birləpəli bitkinin adını yazın və onun 5 toxumlu meyvəsində ev ki mən 5 dənə toxum olur da. Ay sağ ol. 5 toxumun əmələ gəlməsində neçə sperm? Bir toxumun əmələ gəlməsində neçə sperm? 2 dənə olur. 2 Ay, dənə istəyəcəyim mənim, onda 10 dənə. 5-də də 10 dənə sperm olacaq. Aferin mənim balam. Gəldik növbəti 3-cü sual nədir? Yeməyin hazırlanmasında istifadə olunmuş meyvə köklərinin aid olduğu bitkilərin adını və meyvə kökünün hansı kök növünə aid olduğunun o şəkil dəyişməsini deyin. olduğunu yazın. Aha. İndi gəl Ev ki mənim orada kartof idi mənim bir. Sonra ev ki bir dəqiqə. Kartof kökün şəkil dəyişməsidir, yoxsa gövdə yumrusudur? ev ki mənim gövdə yumrusu. Ay sağ ol. Bəs onda niyə kartof deyirsən? Meyvə köklərə nələrə aid idi İsmail? Çundur mənim yer kökü. Sonra mənim ev ki bəli çundurla yer kökü. Yer kökü, çuğundur, turp. Bəli, vələm yox, şalğam. Şalğam, yer kökü, turp, çuğundur, şalğam. İndi burada da nəyi götürəsən? Yer kökündən çuğunduru götürəsən. Bəli. Meyvə kök nədən əmələ gəlirdi? Meyvə kök mənim ev ki əlavə köklə şeydən Meyvə kökü nədən əmələ gəlirdi? Əlavə köklə yoxsa əsas köklə? ev ki mən əlavə kökdən. Yox, əlavə kökdən əmələ gəlmirdi. Meyvə kök nədən yaranırdı İsmail? Kim əl qaldırıb desin? Deyim müəllim. De. Deməli əsas kökdən gövdənin aşağı hissəsindən. Bəli, əsas kök və gövdənin aşağı hissəsinin şəkil dəyişməsindən. Yəni meyvə kök hansı kök növünün şəkil dəyişməsidir? Əsas kökün. Yaxşı İsmail, səsi bağla balamsan. Arzu, 7-ci. Müəllim, bir şey soruşa bilərəm. Əlbəttə ki. İnternetim getdi. Müəllim, xlorella yosununun xromatoforu nə formada olur? Kasa şəkilli. Xlorella ilə xlamidamana da kasa şəkilli götürürük. Arzu, 7-ni izah elə. Sonra Fatimə, bu 9-cu sinif olan Fatimə 8-i mənə izah eləyəcək. Buyur. Deyir ki, məktəbyyanı sahədə yaz yağışından sonra yaranmış və səthi sarımtıl tozla örtülmüş gölməçələri görən şagirdlər çox təəccübləndirirlər. Arzu bunun kükürd yağış olduğunu söylədi. Anar isə onun yanıldığını, bunların quraqlığa davamlı, yaxşı inkişaf etmiş kök sisteminə malik bitkilərin tozcuqları olduğunu bildirdi. Mətndə xüsusiyyətlərindən bəhs edilən bitkilər hansı şöbəyə aiddir? Bunlar çılpaq toxumlara aiddir. Quraqlığa davamlı olduğuna görə. Çılpaq toxumların burada tozlanma prosesi gedib. Bəli. Özdə quraqlığa davamlı kükünar yoxsa şam? Kök sistemi də yaxşı. Kükünar. Arzu, kök sistemi yaxşı inkişaf edib. Quraqlığa davamlıdır. Şam. Şam götürərik. Əlbəttə ki. Şam quraqlığa davamlı idi. Kükünar çölgəyə davamlı idi. Bəli. Növbəti. Sonra deyir ki, bu bitkinin hansı vegetativ və generativ orqanları var? Çılpaq toxumlarda vegetativ yenə kök, gövdə, yarpaq götürəcəm. Generativi də toxumla qoza. Düzdür, tamamilə doğrudur. 3-cü sual. Sonra deyir ki, bu bitkinin 72 ədəd toxumunun əmələ gəlməsində iştirak edən yumurtacıqların cəmi neçə pulcuqda yerləşir? Burada dişi qozanın quruluşu necə idi?
Deməli, bir pulcuqdan 2 yumurtacıq deyirdi. Ay, sonra 2 yumurtacıqdan 2 toxum, orada da bir qanadcıq. hər toxumun bir qanadçığı, hər toxum. Bəli. 2 toxum. Burada 72 toxum əmələ gəlibsə, deməli 72-də yumurtacıq olub. Ay, sonra bəs pulcuq? Elə 72 dənə. Niyə? Bir pulcuqda neçə yumurtacıq? Hə. Bir pulcuqda 2 dənə götürmüşdü, ona görə 36. Ay, sağ olun. Fikirləşin, cavab verin. Fatimə, 9-cu sinifdə oxuyan, sonda o birisi Fatimə cavab verər. Buyur. Peki Murat kəndlərinin yaxınlığındakı meşədən şampinyon, yağlı göbələk, ay göbələk və soğuğun özel göbələklərin yurdu. Bugünkü... Aha. O topladığı bütün göbələklərin yeməli göbələk olduğunu hesab edirdi. Muradın yurduğu göbələklərdən hansı zəhərlidir? Buyur. Solğun zəhərlidir. Solğun əzvay zəhərlidir, düzdür, tamamilə doğrudur. Qalanları yeməlidir. Ha, indi sonda ikinci sual, buyur. Yığılmış zəhərli göbələklərdən hansı yeməli göbələyə daha çox olur? Həmin bu, yəni yığdığı zəhərli göbələk nə idi? Solğun əzvay. Solğun əzvay hansı yeməli göbələk? Bax, keçən dəfə şəkildə də göstərdim. Şampinyon. Şampinyon. Nəyinə görə fərqlənirdi Fatimə, mənim balam? Solğun əzvay ilə şampinyon necə fərqləndirirdik? Hansında papağın alt tərəfi çəhrayı idi, hansında ağ idi? Şampinyonda çəhraydı, o birinin ağ idi. Əzvayda isə ağ idi. Yaxşı, növbəti, üçüncü sual. Aslında da deyir ki, Muradın yurtduğu borucuqlu göbələklərin növ sayının lövhəcikli göbələklərin növ sayına olan nisbəti neçədir? Əsaslandırın. Gəl indi baxaq buradan hansılar borucuqlu, hansı, bax borucuqlu göbələyi hansı sözlə demişdim yadınızda saxlayın. Orada uyğunlaşma dedim mi? Fatimə, hansı sözlə dedim boru şəkilli göbələkləri yadda saxlayın. Məryəm, burada qaytaq sözündən, bəli, qaytaq. Yəni, bu nə idi? Qırmızı baş, ağ, yağlı, toz ağacı və qov göbələyi. Qov göbələyi deyirdik. Onda burada yağlı və ağ göbələklər borucuqlu olacaq. Şampinyon, bir də solğun əzvay, lövhəcikli. Lövhə şəkilli olacaq, düzdür, tamamilə doğrudur. Birincisi. Bircə dəqiqə uşaqlar. Yaxşı. Məryəm. Məryəm burada. Məryəm, dərsdəsən? Bəli. Ad qızı çəkən kimi açın səsi. Yaxşı. Gələk görək 9-cu sual sənə aiddir, yoxsa necə? Bu yosundur, bircə dəqiqə. Bunlar Məryəm, sizlə hələ keçməmişik yosunları. 11-lərdən kim qaldı demədiyim? Cansu. 9-u sən izah elə, Cansu. Deməli deyir ki, Vüqar və Yusif biologiya dərsində iki müxtəlif sap şəkilli yosun haqqında təqdimat işi hazırladılar. Vüqarın təqdimat işi hazırladığı yosunda hüceyrələrin sayı xromatoforların sayından bir ədəd çoxdur. Deməli, Vüqar hansı yosunu hazırlayıb yazaq? Ay, sağ ol. Vüqar Ulotrix yosunu. Aha, sonra? Yusifin araşdırdığı yosun isə heç bir yerə yapışmayan, suda passiv üzən, pambığa bənzər yaşıl topalar şəklində olur. Bu da ki, Sprogiradır. Tamamilə doğrudur. İndi nə deyir? Deyir, bir də şagirdlərin təqdimat işi hazırladığı yosunların adını yazın, dedik. Bu yosunların xromatoforları hansı formadadır? Deməli, deyirdi ki, Ulotrixdə qapanmayan halqa şəklində idi. Sprogirada? Lent şəkilli idi. Belə xramdamanada və xromada kasa şəkilli düzdür. Sonra Vüqarın haqqında təqdimat işi hazırladığı yosun cinsi çoxalması zamanı 40 yeni fərd əmələ gəlmişdir. Bu yosunların əmələ gəlməsində bilavasitə iştirak etmiş qametlərin maksimum sayı neçə olmuşdur? Ulotrixin cinsi çoxalmasının sxemini necə yazırdıq? De, bura yazın.
2 qamet ox qoyurduq nə? 2 qamet, daha sonra 1 ziqot, Aha. 4 dənə spor, qamçısı spor əmələ gəlirdi. Aha. 4'ü də hər biri də yeni bir canlı, 4 dənə canlı. 4 dənə spora Ulutrix'i spora girəməkdir. Bəli. Aha. İndi buyur. Çünki Vüqar Ulotrix haqqında buyur. Deməli 40 yeni fərd əmələ gəlmişdirsə, bu yosunlar əmələ gəlməsində bilavasitə iştirak etmiş qametlərin sayı. Deməli müəllimə 2 dənə qamet iştirak etsə, 4 dənəsi əmələ gəlir. Yəni fərdin sayı qametin Bəli. sayından neçə dəfə çoxdur? 2 dəfə çoxdur, 2 Aha. dəfə çoxdur. Deməli 20 dənə qamət iştirak edib və 40 əmələ gəlir. Əla, tamamilə doğrudur, düzdür. Yaxşı. Hə. 11-lərdən kimsə var burada yenə? Demədiyim. Dedi ya hamısına. Yaxşı. Mən Hə, Həlimə. Həlimə sən de görün buna. 10-cu sualı sən izah elə. Sonda bir dənə də Məryəm bitkilərə aid hərə birini izah eləsin. Sonda keçirik şeyə. Məryəm qaldı da bir dənə. Sonda keçirik heyvanları hamardıcıl işləyəcək. Buyur. Şagirdlər ekskursiyada olarkən meşənin kölgəli və rütubətli yerində bitən, yerüstü gövdəsi olmayan mürəkkəb yarpaqlı bitki ilə rastlaşdılar. Müəllimləri onlara bu bitkinin çox illik, ali sporlu bitki olduğunu söyledi. Bu bitki nədir mənim balam? Bax, yerüstü gövdəsi yoxdur. Mürəkkəb yarpaqlı bitkidir. Yerüstü gövdəsi haqqında qıcıda demişdik müəllim. Erkək qıcı, düzdür, tamamilə doğrudur. Erkək qıcı. Aha, buyur. Bu bitkinin adı hər şey Cərçisinə adlanırdı erkək qıcının. Brutal idi. Düzdür. Əla. İşte ikinci sual. Bu bitkinin çoxalması zamanı sporlar harada əmələ gəlir? Yetişkin yarpağın altında, yəni Bəli, inkişaf etmiş yarpağın altında yarpağın altında. sporangi olur. Sporangində içərisində sporlar olur. Düzdür. Buyur. Bu bitkinin kök sistemində cəmi 54 ədəd kök vardırsa və onlardan 32-si yan kökdürsə, əlavə köklərin sayını tapın. İndi ilk öncə mənə de görüm. İlk dəfə kök hansı bitkilərdə əmələ gəldi? Mənim balam, bax bu əlaqələndirək. Toxumlu qıcıda əmələ gəlmişdi. Yox, Əlavə əsas kök demirəm. İlk dəfə əlavə kök. Əlavə kök. İlk kökün hansı növü yarandı Həlimə? İlk əlavə kök yarandı. Nədə yarandı? Bitkilərin hansı şöbəsində yarandı? Qıcıda yaranmamışdı. Qıcıda yaranıb, düzdür, ay sağ ol. İndi qıcıda, erkək qıcıda əsas kök var yoxsa yoxdur? Xeyr, yoxdur. Niyə yoxdur mənim balam? Səbəb? Düz deyirsən, yoxdur. Niyə? Niyəsə? Çünki mənim ilk qıcıda idi mənim çılpaq toxumlulara aid olanlar idi. Sağ ol. Toxum ilk çılpaq toxumlarda yaranmış. Bəli. Və əsas kökdə toxumdan inkişaf edir. Yəni bunlarda toxum olmadığı üçün əsas kökdə yoxdur. Deməli onda bunlarda 54 dənə kökün 32-si yandısa neçəsi əlavə olacaq? 22-si. Ay sağ ol, aferin. Yəni bunlarda əsas kök nə edirik mənim balam? Kök sistemində əsas kök götürmürük. Bunlarda mil yoxsa saçaqlı kök sistemi? Saçaqlı. Əsas toxum olmadığına görə. Düz. Nə qəşəng, çiçəklə bağlı. Məryəm aç görüm. Keçdiyimiz Buyur. Oxu. Dəqiqə mən oxuyuram. Müəllim biologiya dərsində çiçək qrupları mövzusuna aid təqdimat işi hazırlamağı tapşırdı. Arif tapşırığa əsasən buğda, günəbaxan, meşə gilası və 3 yarpaq yonca bitkiləri haqqında məlumat topladı. Arifin məlumat topladığı bitkilərin çiçək qrupunu müvafiq olaraq yazın deyir. Burada alt-alta qoy bitkini yazın. Buğda, günəbaxan, sonra meşə gilası və 3 yarpaq yonca. İndi bir-bir də qabağından yazım. Buğdada hansı çiçək qrupu idi mənim balam? Buğda mürəkkəb sümbül idi. Mürəkkəb sümbül. Sümbül çiçək qrupunda çiçək saplağı var yoxsa yoxdur? Sümbüldə çiçək saplağı var. Xeyr.
Sümbül necə idi? Mürəkkəb sümbül bir neçə sadə sümbülün birləşməsindən yaranırdı. Sadə sümbüldə də saplaqsız çiçəklər növbə ilə orada əsas oxun üzərində düzülürdü. Yəni burada çiçək saplağı 0. Günəbaxanı nə götürürdük? Hansı çiçək qrupu? Günəbaxan səbətdir. Bəs burada çiçək saplağı vardı, yoxsa yox idi? Çiçək saplağı. Məryəm, otur normal dərs oxu. Eşidirsən məni? Otur normal dərs oxu. Deyin görək uşaqlar kim əl qaldırıb? Səbət çiçək yoxdur. Bəli. Nə idi səbət çiçək qrupu? Burada əsas ox neynəmişdi? Genişlənmişdi və sarğı adlanan yaşıl yarpaqcıqlarla əhatə olunmuşdu və saplaqsız çiçəklər genişlənmiş əsas oxun üzərində düzülmüşdü. Meşə gilası. Mənim sadə çətirdir o. Meşə gilası. Sadə nə? Salxım oldu da mən. Gilasdır. Salxım. Bəli, sadə salxım. Uşaqlar, sadə salxımda əsas ox götürür, belə çiçək saplağı götürürük, götürmürük. Bəli, götürürük. Götürdük mən uzun formada. Yox, uzun formada olan əsas oxdur. Bir dənə əsas ox götürürdük. Çiçəyin sayı qədər də çiçək saplağı götürürdük. Yaxşı, 3 yarpaq yonca bu hansı çiçək? O başçıqdır. Başçıq. Başçıq. Burada da çiçək saplağı yox idi. 0 götürürdük. Əsas ox dəyərimləşmişdi və saplaqsız çiçəklər dəyərimləşmiş əsas oxun üzərində yerləşirdi. 2-yə bax görək Məryəm. Bu bitkilərdən hansı və ya hansılarının çiçək saplağı yoxdur deyir. Day dedim day özüm. Bunları dedik. Всё. Keç növbət 3-cü sual oxu. Bu bitkilərdən toxumun düşeyimində bir ləpə yarpağı olan adını yazın və onun 5 çiçəyindəki erkəkcik və dişiciklərin sayının cəmini tapın deyir. Gəl bitkilərə bir də baxaq. Görək burada bir ləpəli hansıdır? Bizə buğda verilib, günəbaxan verilib. Biz toxumu keçəndə keçmişdik. Orada bir ləpəli, 2 ləpəlilərə nümunə verirdi. Və məsəl üçün burada göstərilən bitkilərdən hansını bir ləpəli götürə bilərik uşaqlar? Buğdanın, Günəbaxan mənim götürür. Günəbaxan yox, buğda mənim balam. Biz bir ləpəliləri düzdür. Bir ləpəlilər, 2 ləpəlilər sinifini keçməmişəm sizlə. Amma toxumu keçəndə orada demişdik. Toxumun rişeymində bir ləpə yarpaq olan, bir ləpəli, 2 ləpə yarpaq olan, 2 ləpəli. Bəli, buğda. İndi gəldik nəyə? Sual nə idi orada? Bu sən keçməmisən bunu. Çiçək düsturundan əlaqəlidir. 5 çiçəyində erkəkcik və dişicik. Taxılların çiçək düsturu necə yazılırdı qızlar? 11-ər. Necə yazırdıq? C2+2. Erkəklik 3, dişicik 1. Ay, sağ ol. 20. Erkəkcik 3, dişicik 1. Yəni bir çiçəyində erkəkcik, dişiciyin cəmi nə qədərdir? 4. 4. Bəs bir çiçəyində nə qədər olacaq? 20. Ay, sağ ol. 5-i vururuq 4-ə 20. Yaxşı, keçək biraz heyvanlar aləmindən işləyək. Uşaqlar hamısından işləyək. Qarışıq keçdiyimiz mövzular. Neçə dəqiqə qoy mən belə gətirim ki, daha tez olsun. Buradan başlayır da всё. Yenə gələk başdan. Qənirə, 1-ci sualı, buyur. Deyir, həkim elmində aşkarlanmış qurd xəstəliyinin törədicisi haqqında məlumat verərək dedi. Bu qurd insan bağırsağında parazit deyilir, ayrı cinsiyyətlidir. Uzunluğu 20-40 sm olur. Sahib dəyişmədən inkişafını tamamlayır. Sahib dəyişmədən inkişafını tamamlayırsa, geohelmitdir, yoxsa əlaqə teması helmitdir? Geohelmitdir. Ay, sağ geohelmitdir. Aha, buyur. Deyir elmində xəstəlik törədən qurdun və onun hansı onun olduğu tipin adı. Deyir insan asqardidir, həm ayrı cinsiyyətdə sahib dəyişmir. Bəli. Aid olduğu tipdə sap qurdlar tipi. Sap qurdlar. Uşaqlar çalışın. Burada konkret yazın. Çünki siz müəyyən çərçivədən kənara çıxsaz, o yoxlayan adama konkret meyarlar verilir ki, bu cavabdır da, məsəl üçün. Başa düşdünüz? Çalışın meyar əsasında yazın, deyin. Sonda.
Bu qurd sürfəsinin inkişafı üçün hansı amillər lazımdır? Biri xaricə çıxır, orada riyoid müəllim, Ay, sağ ol. rütubət, istilik və temperatur. Oksigen. Bunu toxumun çimərməsində də deyir. Orada sağlam bir şey də deyirdi əlavə. Buyur. Üçüncü sual. Qənirə. Uşaqlar, məndə internet getdi, Qənirədə. Qənirə də getdi müəllimə. Qoy görək qoşulur. Müəllim. Hə, buyur. Deyir, insan qadın deməli dişi də 2 yumurtalıq. Aha. Erkəklərdə 1 toxumluq. Əla. Ona görə 5 də 10 yumurtalıq, 4 erkəkdə də 4 toxumluq. Elədə 14 dənə. Ay, sağ ol. Всё. Əla. Əla mən. Yaxşı. Aha. Yaxşı, bunu izah eləyir. Qəndədən sonra bayaq kim idi? Mən idim müəllim. Hə, buyur mənim balam, buyur. Biologiya dərsində müəllim heyvanlara müqayisəli xarakteristikasını izah etdikdən sonra cədvəldə bəzi heyvan növlərinin qan damar və tənəffüs sisteminə aid məlumatlar əks etdirərək şagirdlərə sorğu-sual apardı. Demək, X-dir, Y-dir, Z-dir, K. X-dir xüsusiyyətlərinə baxaq. Ürək kamerasının sayı neçədir mənim balam? X-də mənim ürək kameraları 2-dir, qapalı qan dövranıdır. Özdə tənəffüs orqanı gəlsəmədir. Nə olacaq? Balıq olacaq bu. X balıq yazıram buradan. Aha. Bəli. İkincisində ürəyi 2 kameralıdır, açıq qan dövranıdır və ağciyərlə tənəffüs edir. Bu mollyusklar olacaq. Yəni ilbiz. İlbiz olacaq, bəli. Ümumi mollyusk deyə bilmərik. Axı anadontada 3 kameralıdır ürək, kalmarda 3 kameralıdır, qəssəmə tənəffüs qanıdır. Yəni konkret nə deyəcək? Göl ilbizi. Göl ilbizi, bəli. İlbizi. Zit canlısı ürəyi 3 kameralıdır, qapalı qan dövranı var, ağciyərlərlə tənəffüs edir. Qurbağa ola bilər. Bir də nə ola bilər başqa? Kərtənkələ də ola Ay, bilər. sağ ol. Qurbağa. Çünki onda da ürək 3 kameralıdır, qapalı qan dövranı da ağciyər. Düz. Sonra. Yəni Ürək 3 kameralıdır, açıq qan dövranı var, qəsəmələrlə tələffüz edir. Bu da mollyusklardır, amma 2 taylar anatom da ola bilər məsələn. Anadonta və ya kalmar. Qapalı açıq qan damarçısı kalmarı götürməyəcək, onda qapalı. Kalmar olmayacaq, mənim onda Anadonta olacaq konkret. Anadonta. Bəli, hamısını yazdıq. Всё. Birinci sualda deyir ki, verilmiş canlıların hansı və ya hansıların ürək boşluğunda bir növ qan var. Bir növ qan deyirsə, aha, de görüm mən balam, hansını götür. Elə birinci balıqda bir növ qan var. Bəli, ürəyində yalnız venoz qandır. Bəs ilbizin ürəyində neçə növ qan olur? Mollyuskların ürəyində ancaq hansı qan olurdu? İlbizin ürəyində bir növ qan var. Ay sağ ol. Onlarda bəs venoz yoxsa arterial ürəyində olan qan? Balıqlarda venozdur, ilbizdə arterial. Ay sağ ol, düzdür. Qurbağa ilə kərtənkələnin ürəyində neçə növ qan olurdu? Onlarda mənim 3 kameralı ürəklər var deyə arterial da olur, venoz da olur, qarışıq da olur. Çünki ara kəsmə yox idi. Düzdür. Bəs anadontada? Onda da 2 növ qan olur. Anadonta mollyusklar tipinə aiddir. Mollyuskların, boğum ayaqlarının ürəyində anatomda da bir dənə. O da hansı? Bir növ. O da venoz. Venoz yoxsa arterial? Arterial olur. Bax, mənim balam. Ürəyində bir növ qan olan balıqlardır, mollyusklardır, boğum ayaqlardır. Bir də çömçə quyruqdur. Balıqla çömçə quyruqda bir növdür. Venoz olur, digərlərində arterial. Ay, sağ ol. İndi buyur. İkinci sualda deyir ki, Z və K canlıları hansı tipə aiddir? Z dedik ki, suda qurda yaşayanlar tipi və yaxud yox, suda qurda yaşayanlar sinifi dedim mən. Aha, bəli. Xordallar tipinə aiddir dedik də. Ya suda qurda yaşayanlardır, ya sürünənlərdir. Ümumiyyətcə, burada bir dənə ilbizlə anadonta hansı tipə aiddir? Mollyusklara aid. Ay, sağ ol. O birisilər də xordallar tipinə düzdür. Növbəti, bunu oxuyaq. Deyir, cədvəldə əsasən bədənində 2 növ qan dövr edən heyvan növlərinin ürək kameralarının sayının cəmi, bədənində 3 növ qan dövr edən heyvan növlərinin ürək kameralarının sayının cəmindən neçədə çoxdur? Hər bir heyvandan bir fərd olmaqla nəzərə alın. 2 qan dövr edən heyvanlar, 3 qan dövr edənlər dedik ki, suda qurda yaşayanlar və yaxud sürünənlərdir. Aha, indi birini götür də. Deyir, hərəsindən bir fərd götür. Tutaq, bir dənə qurbağa götürdün. Aha.
ürək kameralarının sayını deyir. Aha. O da ürək kameralarının sayı 3-dür. Ay sağ ol. Aha, iki növ qan devr edən hansıdır? Balıqda Düzdür. olur 3 növ qandır. Onda da ürək kameralarının sayı cəmi 2-dir. Aha, balıqda 2. Yazdım bura 2. Aha. Bəli. Qaldı indi xordal, mollyusklar. Onda Aha, burada anatomda ilə göl ilbizini yazmışıq. Tamam. Göl ilbizini bir dəqiqə fikirləşim. ürəyində hansı Orada- qan olurdu, bədəndə hansı qan olurdu? Ürəyində arterial olurdu, onu bilirəm. Bədəndə? Oksigenlə zəngin qan olurdu. Bədənində amma qarışıq ola bilər. Qarışıq yoxsa həm arterial, həm venoz? Qarışıq qan. Həm arterial, həm venöz ikisi də ola bilər. Aha, deməli, bunun da ürəyi neçə kameralı dilbizin? Yuxarıda vermiş dilbiz. Kameralı, mənim ürəyin ilbizi 2 kameralı. Tamamilə doğrudur. Keçdik bir də anadontaya. Onun da bədəndə 2 növ qan var da. Anatomda 3 kameralı idi ürəyi, onu da yazıq yaddan çıxmasın. Onun da bədəndə 2 növ qan olurdu. Bəli, burada nə qədər götürdük onda bədəndə 2 növ qan? 7 dənə götürdük. Ürək kamerası. Aha. Bəs Amma qurbağada 3 dənədir. aha, 3. 4 də çox oldu. Ay sağ ol. Yaxşı, sonda kim idi bəyək? Mən idim mən. Buyur. Bir dəqiqə. Deməli deyir ki, hə, Bir dəqiqə. Aqil evlərinin yaxınlığında Ha, de. Hə, Aqil evlərinin yaxınlığından axan çaydan tutduğu çay xərçəngini 7-ci sinifdə oxuyan qardaşına göstərərək ondan bəzi suallar soruşdu. Deməli deyir ki, bu canlı uzun müddət quru mühitdə yaşaya bilərmi? Müəllim, deyirik ki, çay xərçəngi axar şirin sularda yaşayır, gecə həyat tərzi aktiv olur da. Yəni ki, uzun müddət quruda yaşaya bilməz. Ay bunun axar sularda yaşayır, nə bilim gecə həyat keçirir. Bunun yəni quruda yaşaya bilməməsindən nə deyirik? Əsas fikir nədir orada? Niyə quruda yaşaya bilmir? Tənəffüsə görə. Qərsəməklə tənəffüs edir. Bəli, qərsəməklə də suda tənəffüs edə bilər. Ona görə bəli, yaşaya bilməz. Demək olmuş, bəli. Sonra deyir ki, bu canlının ağız aparatının quruluşu necədir? Deyirik ki, bir 2-3 çənəsi var, 4 dənə alt çənəsi olur. Bir də deyirik ki, 3 süddə çənə ayaqlar, yəni 6. Deməli nə qədər oldu? 6, 6, 12. Deməli 12 dənə olur. 6 cüt ətrafın şəkil dəyişməsindən ibarətdir bu heç. Amma konkret orada görsənən nə? Quruluşunu soruşur müəllim. Aha. Yəni ki, əsl çənə, bir də çənə ayaqları. Hə, quruluşunu deyir. Bəli, hay soruşmur. Necədir? Bildim. Aha, sonra. Sonra deyir ki, bu canlının bir fərdində ağız aparatına əmələ gətirən ətrafların sayı onun bığcıqların ümumi sayından nisbətən çoxdur. Dedik ki, 6 cütdür. Yəni 12 bölünsün, bığcıq sayda 4 dənədir. Eləyir 12 bölü 4 3. Bəli, deməli bunlarda 12 ədəd ağız aparatına əmələ gətirən ətrafların sayıdır. Bığcıqların ümumi sayda nə qədər götürdük? 12 bölünsün 4 dedi da. Hə, uşaqlar Aysel. Yaxşı, növbəti kim gəlirdi Ayseldən sonra? Uşaqlar Ayseldən sonra kim idi bəyək? Aynur, gəl görüm. Aynur idi müəllim. Kim idi? Aynur, de görün bunu. Çünki xərçəng hörümçəyi keçəndə var idin da bizdə. Bəli, buyur Aynur, izah elə 4-cü. Şagirdlər biologiyasında 3 müxtəlif heyvanın çay xərçəngi, xaçlı hörümçək və bal arısının xarici quruluşu ilə tanış oldular. Onlar öyrəndilər ki, A canlısında həm sadə, həm də mürəkkəb gözlər var. D canlısındakı gözlərin sayı A və D canlısında olan gözlərin sayından çoxdur. C canlısında isə sadə göz yoxdur. İndi gəl baxaq. A canlısı nə olacaq? Həm sadə, həm mürəkkəb göz olan nə idi? Xərçəng kimiləri idi. Yox. Aynur, xərçəkdə biz nə götürürdük gözləri? Həm sadə gözü var idi, həm mürəkkəb gözü. Nə də götürmüşdük uşaqlar? Bir cüt mürəkkəb, 3 Arıda. Arı olacaq. Aha. İndi deyir B canlısında gözlərin sayı daha çoxdur. B canlısı nə olacaq Aynur? 4 cüt sadə göz nə də götürmüşdük? Hörümçəklər. Ay sağ ol. Bu olacaq onda. Xaçlı hörümçək. Xaçlı hörümçək. Aha.
Onda yerdə qalan C canlısı nə olacaq? Həşərat. Həşərat niyə Aynur? Sənə həşərat verib burada nə? Xərçək. Xərçəng. Deyir ki, sadə gözü yoxdur. Deməli, bu çay xərçəngidir də. Çünki burada bizə çay xərçəngi də belə deyək. Vəsə, bunları dedik. İndi buyur, ikinci sual oxu. Bu canlıların hansında qidanın həzm olunması və bədənə sorulmasında həzm vəzisi iştirak edir? Həzm vəzisi xərçənglərdə iştirak edirdi. Çay xərçəngi, düzdür, tamamilə doğrudur. Sonra növbəti. Çünki çay xərçəngində kimyəvi həzm vəzisində gedirdi. Buyur. Eyni sayda olan A və C canlılarında 48 ədəd arı, aha. A-nı arı götürdük, C-ni xərçəng. Aha, buyur. Məsələmizi də işləyək. A və C 8 ədəd bığcıq varsa, onların cəmi neçə mürəkkəb göz olduğunu həllini göstərməklə hesablayın. Xərçənglərdə bir cüt bığcıq, yox. Xərçənglərdə 2 cüt bığcıq olurdu. Düzdür, yəni x dənə xərçəng varsa 4x bığcıq. Bəs həşəratlarda, arı həşəratda onlarda nə qədər götürürdük bığcıq sayını? Onlarda bığcıq var idi. Var idi. Bığcıq yox idi. Yox idi, var idi. Hörümçəkdə yox idi. Hörümçək kimlərdə yox idi? Xaçı hörümçəkdə yox idi. 2x də onları götürəcəyik. Aha. 6x-im 48 olacaq. Buradan da x-im 8 olacaq. Deməli, hərəsindən neçədən arı olub? 8. Neçədən xərçəng olub? 8. İndi buyur, davam elə. Mürəkkəb göz olub. Cəmi neçə? Aha. Arıda 3 mürəkkəb göz var idi. Ona görə 8-də arı varsa, onda 6-yı vuracaq 8-ə. Yox, 3 ədəd sadə gözü idi. Bir arının 5 gözü var idi. Aynur, bir arının 5 gözü var idi. Bunun 3'ü sadə, ikisi mürəkkəb. Mürəkkəb. İndi burada sən neçədən arı tapdın? 8 arıda 16 dənə mürəkkəb göz olacaq. Keçək indi xərçəngə. Xərçəngdə də həmçinin bir xərçəngdə neçə dənə mürəkkəb göz götürürdük? Bir xərçəngdə 2 cüt mürəkkəb göz. Yoxsa 1 cüt? 1 cüt. Onda yenə də 16 dənə. 16. Ay, sağ ol. Bu da eləyəcək 32. Bax, Aynur, təkrar yadında saxla. Biz gözləri həşəratlarda 1 cüt dedik, mürəkkəb göz. Xərçəklərdə də 1 cüt dedik, mürəkkəb göz. Hörümçəklərdə 4 cüt dedik, amma sadə göz dedik. Bir dənə həşəratlardan bal arısı istisna idi ki, onlarda 1 cüt mürəkkəb gözlə yanaşı 3 ədəddə nəyə rast gəlirdik? Sadə gözə rast gəlirdik. Aydın oldu? Bildim mən. Kim idi Aynurdan sonda bəyək? Mən deyirsən. Buyur, oxu. Mən deyir ki, tibb və elm jurnalına qurd xəstəlikləri haqqında mən bu deyirsən keçməmişim müəllim. Keçmişik qurd xəstəliyini. Sən qoşulmamışdın bizə, İsmail. Sən bizə qoşulmamışdın. Mən qoşulmamışdım. Olmamışsan bu mövzuda, yaxşı. Fatimə. Rüstəmova Fatimə bayaq o oxumadı, heç uşaqlar. Ən başda Fatimə çıxdı ki, dərsdən. Kimsə çıxıb, mən bayaq 12 idi, indi 11 göstərir. Fatimə çıxıb. Dənirə, Fatimə yazır, tez qoşul dərsə, müəllimə deyir. Yaxşı, müəllim. Oxu görüm Aytac. Müəllim. Deyir müəllim, tibb və elm jurnalında qurd xəstəlikləri haqqında dərc olunmuş məqalə Vüqarın diqqətini çəkdi. O jurnaldan teni-arinxoz, ankilostomoz və exnokokoz kimi qurd xəstəlikləri haqqında məqaləni oxudu və bu xəstəlikləri törədən qurdlar barəsində ətraflı məlumat aldı. Məqalədə adı keçən xəstəlikləri törədən qurdların aid olduqları tipləri müvafiq olaraq yazın. Deməli, müəllim, bu teni-arinxoz şeydəydi, qaraciyər sorutusunda. Teni-arinxoz. Qaraciyər öküz soliteri. Bəli, öküz soliteri. Qaraciyər sorutusu hansı xəstəliyi törədirdi? Fasilyoz idi o, fasilyoz. Bu tipi deyirdin.
Tip olaraq da ki, yastı qurdlar tipi. Aha, hansı? Yastı qurdlar tipi. Bəli. Teniarinxoz yastı qurdlar tipi. Bunu Bəli. öküz solteri törədir. Bəli, Echinococcus da Echinokok törədir. Bu da yastı qurdlar tipidir. Bəli. Ankylostomaz isə mən bu sap qurdlar tipidir. Ankylostoma törədir, dəyri baş qurd. Bəli. Bu xəstəliklərdən hansının törəçisində həzm sistemi olur deyir. Bunların hansının törəçisində həzm sistemi? Parazit qurdlarda biz həzm sistemi yoxdur demişdik. Təkamüldə də ona Müəllim, öküz solterində demişdik ki, yoxdur. lent şəkilli qurdlarda demişdik yoxdur. Lent şəkilli qurdlar indi onlardan da hansıdır lent şəkilli qurdlara aid olan? Narixoz. Bir də? Bir də Echinococcus. Ay sağ ol. Bəli. Sonra gəldik növbəti. Teniarinxoz xəstəliyini törədən qurdun 20 sormacı olan yetkin fərdlərinin əmələ gəlməsində iştirak edən sürfələrdə cəmi neçə qarmaq olur? Biz bilirik ki, 20 sormacı olan yetkin fərdində. Öküz sol. Yox. Bir yetkin fərddə müəllim 4 dənə başda sormacı olur. Aha. 20-ni bölürəm 4-ə, 5 dənə deməli öküz solteri var. Və mən bilirəm ki, onun sürfələri 6 qarmaqlıdır. 5-i də vuracam 6-ya 30. Bəli, 5 yetkin fərd 5 sürfədən əmələ gəlir. 5-i də vururam 6-ya 30. Aferin Aytat, cavabların o qədər xoşuma gəlir. Qəşəng səliqəli, aydın. Yaxşı, sonda kim qaldı ay uşaqlar? Kimdə idi sıra? Mən Həlimə de görək. Yay tətilində Elçin atası ilə çaya, tilova balıq tutmağa getmişdi. Onlar ağacın gölgəsində oturub qarmaqları suya atdılar. Bir müddətdən sonra tilovların tərpəndiyini gördülər. Elçinin tilovuna çay xərçəngi düşmüşdü. O xərçəngi tilovdan çıxarıb suya buraxdı. Onun atası isə forel tutmuşdu. Bir, tilova düşən canlıların aid olduğu tipləri müvafiq olaraq yazın. Deməli, xərçəngilər hansı tip aiddir? Xərçənglər sinif boğum ayaqlar tipi. Aha, boğum ayaqlılar. Sonra? Forel də balıqdırsa xordallar tipi. O da xordallar tipi, düzdür, tamamilə doğrudur. Yaxşı, gəldik ikinci sual. Buyur. Bu canlılarda tənəffüs və ifrazat proseslərini həyata keçirən orqanlar hansıdır? Deməli, tənəffüs qəlsəmədir. Hər ikisində tənəffüs qəlsəmədir. Bəs ifrazat? Mən balam, xərçəngin ifrazat sistemi orqanı nə idi, Həlimə? Yadıma gəlmədi. Kim əl qaldırıb desin? Yaşıl vəzlər. Bir cüt yaşıl vəzlər axarı uzun bığcığın dibinə açılırdı. Bəs yaxşı, digərində ifrazat sistemi nə götürəcəyik? Balıqların ifrazat sistemi orqanlarına nələr aiddir? İki böyrək deyirdik. Sonra? İki stik axarı deyirdik. Aha. Böyrəkdir, sidik axarıdır, sidik hissəsidir. Bəli, bir dənə də çıxarıcı. Yox. Anal dəliyə gəlir. Yox. Anal üzgəcə mənim. Orada xərcə olur. Deyirdi ki, anal üzgəcə açılır. İfrazat sistemini bu cür deyirdik ki, bir cüt lent şəkilli qonur rəngli böyrək, iki sidik axarı və sidik hissəsi. Sidik hissəsi də anal dəlikdən bir qədər arxada xarici açılırdı və ifrazat məhsulu da amonyak idi bunların. Aha. Sonda deyin görək. 3-ü gələ bilərsiniz. Gələ bilərəm, əlbəttə ki, mənim balam, buyur. Elçinin tutduğu canlının bığcıqlarının sayı onun fasilli gözlərinin sayı ilə hansı nisbətdədir? Elçin xərçəngi tutmuşdu. Deməli, 2 cüt bığcığı, yəni 4 ədəd, bir cütdə gözü var idi. Deməli, 4-ün 2-yə, 2-nin 1-ə nisbəti olur. Düzdür, tamamilə doğrudur. 4-ün 2-yə, bu da 2-nin 1-ə. Yaxşı, kim qaldı burada? Məryəm. Mən oxuyum. Məryəm oxusun sonra. Bilək ki, mən bu şirin su balığınla quzu su balığının nə fərqi var ki?
onlarda bədən təzyiqi elə bil ki, duzlu su balığında İsmail suda təzyiq çox olurdu, bədəndə təzyiq az olurdu. Ona görə də onlar daim su içirdilər. Elə bil bədəndə təzyiq azdırsa, deməli, onlar daim çoxlu su içirdi, sidiyi az gedirdi və duzun artığını da qəsəmələrlə xaric edirdi. Amma şirin su balıqlarında balığın bədənində təzyiq azdır, amma daha doğrusu çoxdur, olduğu mühitdə təzyiq azdır şirin su balıqlarında. Və bunlar da heç vaxt suyu içmirdilər, çoxlu sidiyi ifraz etirdilər və itirilən duzların yeri qəsəmələrdən daxil olan duzlar hesabına bərpa olunurdu. Fərq odur. Buyur, kimi demiş? Bəs bildim. Mənim. Buyur Məryəm. Müəllim Aslanın yastıqurlar tipinə aid 14-cü izində fərdin inkişafında sistem mərhələsi olan çox hüceyrəli parazit orqanizmin inkişaf mərhələlərini ardıcıl olaraq lövhəyə yazmağı tapşırdı. Birinci sualda deyilir ki, aslan bu canlının inkişaf mərhələlərini yumurta mərhələsindən başlamaqla hansı ardıcıllıqla lövhədə yazmalıdır? Baxaq, sista mərhələsi olan yastıqurtlar tipi deyirsə, nəyi götürəsən? Sista mərhələsi var. Sista mərhələsini biz hansı parazit qurtda demişdik? Məryəm, görsən səndən başqa... Qaraciyər sorucusunda var idi mi? Qaraciyər sorucusunda demişdik. Tamamilə doğrudur, düzdür. İndi buyur Məryəm, qaraciyər sorucusunun yumurtadan başda de. Aha. Mən yumurta, daha sonra yumurta suya düşürdü. Aha. Oradan sürfə əmələ gəlirdi. Hansı, kirpikli yoxsa quyruqlu? Kirpikli sürfə. Aha, kirpikli sürfə. Daha sonra quyruqlu sürfə. Quyruqlu sürfə nəyə çevrilirdi? Sistaya çevrilirdi, sonra yetkin fərdə çevrilirdi. Sistadan cavan sorucu. Hə. Bəli, o da yetkin fərd. Aha, bu cür götürürdük. Aha, bircə dəqiqə uşaqlar. Üzrü say Məryəm, dönürəm. Alo. Yaxşı. Aha, axşamınız xeyir, axşamınız xeyir. Yox, buyur. Papanın yanına gəlib, amma nə deyib bilmirəm. İndi dərsdəyəm. Papadan dərsdən çıxanda soruşub sizə deyərəm, olar elə. Online'dir. Heç nə, vəsə, elə papa da elə deyib. Bilmirəm, yalan deyərəm onu. Mən evdə yox idim, indi gəlmişəm, online dərsdəyəm. Oldu, yaxşı. Oldu, soruşub deyərəm, oldu. Oldu, tamam, oldu, yaxşı. Sağ ol. Gecəniz xeyrə. Buyur. Bu parazitin hansı inkişaf mərhələləri əsas sahibinin bədənində əmələ gəlir? Mənim yumurta idi, bir də yetkin fərddir. Qaraciyər sorusunda əsas sahibin bədənində, bəli, yetkin fərddən yumurta mərhələsi düzdür, tamamilə doğrudur. Sonra, amma rast gəlmir desə, yumurta və yetkin fərddən əlavə nəyi də götürəsən, Məryəm? Biri var, əmələ gəlir deyir, bax, dərs izahlarında da demişəm, biri də var, rast gəlinir deyirik. Sistanda. Sistanda götürəcəyik. Rast gəlinir desə, əlavə sistanda götürəsən 3 inkişaf mərhələsinə. Buyur. Bu parazitin 10 yetkin fərdində cəmi neçə ədəd sormac olur? Bir qaraciyər sorusunda neçə dənə sormac olur, Məryəm? Məryəm, bir qaraciyər sorusunda neçə sormacı olurdu? Bir zəlidə neçə sormacı olurdu? Bir öküz solterində neçə sormacı olurdu? Qaraciyər sorusunda 2 dənə idi. Sağ ol. Öküzdə, öküz solterində daha doğrusu. Öküz solterində. Ayaq əslində dedilər, Məryəm burada. 4 dənə idi. 4 dənə idi. Zəlidə? Zəlisində. Onda da 2 idi. Sonra 2 idi. İndi bir qaraciyər sorusunda 2 dənə sormaç varsa, bəs 10 dənədə nə qədər sormac olacaq? 20 dənə olacaq. Tamamilə doğrudur, düzdür. Fatimə. Fatimə, sən oxumadın.
Hə, Rüstəmova, oxu görək. Sən bayaq da çıxdın, sənə düşmədi bitkilərdən. Deyir ki, mən biologiya fakültəsinin tələbələri mikroskop altında şirin su hücrəsinin xarici və daxili qat hüceyrələrini izləyirdir. Onlar dəri əzələ hüceyrəsi, sinir, dalacı, aralıq, hüceyrə, həzm hüceyrələrini müşahidə etdilər. Birinci sualda deyir, müşahidə edilən hüceyrələrdən hansı və ya hansılı daxili qat hüceyrələridir? Yəni Həzm hüceyrəsi də daxili qat hüceyrə. endoderma, bəli, həzm hüceyrələri. O da hansıdır? Elə həzm hüceyrələri yazacağıq, düzdür. Qamçılı həzm hüceyrəsi və vəzli həzm hüceyrəsi. Doğrudur. İkinci sual. Sonra deyir ki, müşahidə olunan hüceyrələrdən hansı digər hüceyrələrə başlanğıc verə bilər və hansında həssas tükçü olur? Deyir, başlanğıc verə bilər də aralıq hüceyrə. Yəni, digər hüceyrələrə çevrilə bilir, aralıq hüceyrə. Eyni ilə bitki toxum. Həssas tükçüyü olan isə dalacı hüceyrə idi. Düzdür, tamamilə doğrudur. Aha. Sonra üçüncü sualda deyir ki, tələbələr mikroskop altında 20 ədəd həzm hüceyrəsi müşahidə etdilər. Bu hüceyrələrdəki qamçıların sayını tapın. Bax, demişdim dönə-dönə şəkildə. 2 qamçı. Ay, sağ ol. Bir həzm O da hüceyrəsində bir həzm hüceyrəsində 2 dənə qamçı. Şəkildə bax, belə 2 dənə qamçı verir. 20 dənə həzm hüceyrəsində 40 dənə, düzdür. Digər Fatimə. Eləmədik, hə, o birisi Fatimə uşaqlar. Hə, de görüm. 9-u sən izlə. Balıkçı Sayxanı balığı, şəmayı, forez, yenət, uzun burun satıldı. Sadiq balıqçıdan 2 balıq qaldı. Bunlardan birinin yan katorganı nəzərə çarpmaz. Digəri isə fordakı bütün ömür boyu qalan balıq idi. İndi sən mənə de görüm, yan xətorqanı nəzərə çarpmayan biz hansı dəstədə götürmüşdük? Yan xətorqanı nəzərə çarpmayan. Siyənəklərdə oldu. Ay, sağ ol, siyənəklərdə götürmüşdük, düzdür mənim balam, tamamilə doğrudur. Yəni, bura belə deyək ki, kilkələrdir, qarabel siyənəklərdir filan, bunları deyirik, düzdür. Bəs yaxşı, digər balıq isə deyir, yan xətorqanı nəzərə çarpmayan balıq hansıdır? Hə, hansı olacaq burada indi yan xətorqanı nəzərə çarpmayan? Siyənəklərdir. Siyənəkdir, düzdür. O da hansı dəstə? Siyənək kimlər dəstəsi dedik. İkinci sual. Sadiqin aldığı fordakı bütün ömür boyu qalan balıq hansıdır və o balığın hansı Sən mənə de ki, fordası ömrü boyu qalan hansı idi mənim balam? Hansı dəstəsi idi? Sümüklü balıqlarda deyirdik, xorda ömrü boyu qalır, onurğaya çevrilmir. Nərədən? Ay, sağ ol. Nərə kimlər dəstəsinə nələr aid idi? Uzun burun. Aha, başqa? Uzun burun, nərə. Düzdür, indi buradan uzun burunu götürəcək, amma bölgə, nərə, uzun burun, qaya balığı filan bunları deyirdik, düzdür, tamamilə doğrudur. Sonda? İkinci sual təşəkkür. Gəldik, aha. Balıqçının tapdığı Sayxanı balığın bir qarnın onurğasına 12 quyruq fəqərəsi olarsa, bu balıqda iki qabarğaların minimum sayı onurğa şöbələrinin sayına nəsbətən çox olur. Gəl baxaq. Bax, deyir ki, sən mənə de görüm, balığın onurğasında biz minimum neçə fəqərə götürürdük, maksimum neçə fəqərə götürürdük, Fatimə? Uşaqlar, balığın onurğasında minimum maksimum nə qədər? Deyin görək. 38. Ay, sağ ol. Minimum 38, maksimum 42. Və onurğa neçə şöbədən ibarət idi balıqlarda? Gövdə, quyruq. Aha, gövdə fəqərələri, bir də quyruq fəqərələri. Yəni, gövdə fəqərələrindən quyruq fəqərələrinin cəmi minimum sizə 38, maksimum 42 verir. İndi sənə deyir ki, bu balıqdakı qabırğaların minimum sayı onurğa şöbələrinin sayından neçə ədəd çox olar. Amma qabırğanın minimum sayı deyir. İlk öncə mənə deyin görüm, burada quyruq fəqərələrini biz 12 vermişiksə, gövdə fəqərələrini nə qədər tapacağıq? Minimum deyir. 26. Aha, 26. Fatimə,
Bir gövdə qabırğa hansı fəqərəyə birləşir? Gövdə yoxsa quyruq fəqərəsinə? Quyruğa bənzər. Fatimə, quyruğa biz dedik qabırğa birləşir, yoxsa nəyə? Gövdə fəqərəsinə. Fatimə, quyruq fəqərəsi belə idi. Fəqərə cismi, yuxarı çıxıntı birləşirdi yuxarı qövsü, aşağı çıxıntı birləşirdi aşağı qövs. Yuxarı qövs, aşağı qövs, fəqərə cismi. Bu quyruq fəqərəsi. Gövdə fəqərəsi, bu yuxarı qövs idi, bu yan çıxıntı idi. Yan çıxıntılara da, qoy biraz başqa rəngdə çəkim ki, 2 dənə qabırğa birləşirdi. Yəni, bir gövdə fəqərəsinə 2 dənə qabırğa birləşirdi. Burada 26 gövdə fəqərəsi varsa, Fatimə, neçə dənə qabırğa olacaq? Fatimə? Fatimə burada yoxsa atıb onu internet uşaqlar? Bəlkə Fatimə, bir gövdə fəqərəsinə 2 qabırğa birləşirsə, 26 gövdə fəqərəsinə neçə qabırğa birləşəcək? 26 52 dənə. Ay soğul, 52 dənə qabırğa. Bu qabırğanın minimum sayı oldu 52. Onurğanın da 2 şöbəsi var dedik, gövdə və quyruq. 52 2-dən neçə dəfə böyük, neçə ədəd çoxdur? 50. Fatimə, kəlpətinlə alıram ha sizdən sözü. Normal şəkildə oturun, dərs oxuyun. Yaxşı, kimdə qaldıq? Mənim bir dəfə zənim düşmüşdü. Yəni Heyvanlardan Şeytan- deməmsən də İsmail, bitkiləri deyil. yox mənim. Hə, buyur oxunda. Bu mənim hansı Oku. bir dəqiqə. Balıqçı çay xanın Ay balığı. İsmail, bəs bayaqdan onu oxuyuruq axı biz. Mən 10-cu şey mənim. Ki, deyirəm, doktorantlar gölməçədən götürdükləri suyu laboratoriyada analiz etdikdə hər biri yalnız sərbəst halda yaşayan 3 növ bir hüceyrəli heyvanlara rast gəldilər. Onların quruluşlarını araşdırarkən sabit bədən formasına malik olmayan X canlısına, xlorofilə malik İndi bir dəqiqə. X canlısı sabit bədən forması yoxdur. Biz bir Bəli. hüceyrəli heyvanlardan hansında deyirdik dəyişkən bədən forması olur da, sabit bədən forması yox idi. Nəyi deyirdik? Bunu siz keçməmişsiniz məndən. Amma bilirsən də, yəni keçməmsən sən heç bir yerdə. Sabit bədən forması olmur. Amöb. Bəli, amöb. Bizə gec qoşulsan da, bizdən əvvəl olmusan da hazırlıqda, amöb. Bəli. Sonra Sonra mən deyir ki, X canlısına, xlorofilə malik Y canlısına. Y Xlorofil canlısı nə olacaq? Xlorofili olan heyvanlar hansılardır? Fotosintez edən, avtotrof qidalanan heyvanlar hansılardır? heyvan deyəndə mənim ki, Hansı heyvanlar fotosintez edir? Bir hüceyrəli heyvanlardan hansılar fotosintez edirdi? Deyin görək uşaqlar. yaşıl evliyəm mənim. Bəli, özü dedi. Yaşıl evgileyena, bir də vol. Ulduz şəkilli mən Volvox. Nə ulduz şəkilli? Volvox da Y aiddir, ay bala. Yox, mən ulduz şəkli ifrazat vakolu. O da Z-indi. Ulduz şəkilli ifrazat vakolu olan nə idi? Nəyi götürürdük İsmail? Yox. İnfizor tərlik mənim. Ay sağ ol. Bu da olacaq infizor tərlik. Aha. İndi buyur. Hərəkət orqanoidlərini yazaq. Amöbün Mən X-də yalançı ayaqlarda X. düzdür. Amöb yalançı ayaqdır çünki. Sonra. Y mənim Volvox və yaşıl evliyəndə mənim qamçıdır da. Aha. Bir yaşıl evgilenada neçə qamçı var hərəkətə xidmət edən. Bir Volvoxda neçə qamçı götürürük. Ki, mən yaşıl evliyəndə 2 dənə, Volvoxda 1 dənə. Əksinə. Yaşıl evgilenada 1 dənə bədənin ön hissəsində, küt hissəsində. Amma Volvoxda 2 dənə qamçı götürürdük. Bəs yaxşı infizor tərliyin hərəkət orqanoidi nədir? Onda mənim kirpikçiklərdə mən. Düzdür, tamamilə doğrudur. Yaxşı, sonra
Sonra mən üçüncü sualda deyir, doktorantların gölməçə suyunda aşkar etdikləri X və Y canlılarının sayının cəmi Z canlısının sayının cəmindən 2 dəfə azdır. Əgər bu canlılarda cəmi 80 ifrazat vakolu varsa, onda onlarda ümumilikdə neçə növbə sayma olar? Deyir ki, gölməçə suyunda aşkar etdiyi X və Y canlılarının sayının cəmi. Tutaq ki, X ilə Y-in sayının cəmini bilmirik. Bunu n qədər götürmüşük, n-ə bərabər götürmüşük. Bəli. Deyir, Z canlısının sayı cəmindən 2 dəfə azdır. Deməli, Z onda X ilə Y-dən 2 dəfə nədir? Çox. Ay, sağ ol. Onda biz Z canlısı, yəni infizor, əgər biz amöb, üstə gələk tutaq Evglenanı n götürmüşüksə, Bunu onda n böl 2 kimi. Yox, infizor tərlik 2n dedi axı. Deyir, Z canlısının sayının cəmindən 2 dəfə azdır. Yəni, Z onlardan 2 dəfə çoxdur. İndi sən mənə də görün, bir amöbdə neçə ifrazat vakolu olur, bir Evglenada neçə ifrazat vakolu olur, bir infizor tərlikdə neçə dənə ifrazat vakolu olur. Mən bir dənə bir dənə Evglenada bir dənə ifrazat vakolu olur. Bəs amöbdə, bir amöbdə? Bir amöbdə, onda 2 dənə olur da. Xeyr, onda da bir dənə olurdu ifrazat vakolu. Bir dənə, 2 dənə ifrazat vakolu olan yalnız nəyə götürürük? Mən 2 dənə olanda o götürürük də. Yaşlı Evglenan. Yox, indi dedi yaxı. Volvox mən. Ay balay, yaşlı Evglenadır bu. Bir Evglenadır, Volvox, amöbdə onlarda bir dənədir. Bir dənə infizor tərlikdə 2 dənə. Bunu özüm izah edirəm, uşaqlar. Deyir, doktorantlar gölməçə suyundan aşkar etdiyi X və Y canlılarının sayının cəmi, yəni amöblə Evglenanın sayının cəmini n götürmüşəm. Deyir, bunların saylarının cəmi Z canlısının, yəni infizor tərliyin sayından 2 dəfə azdır. İnfizor tərliyi də 2n götürürəm. Mən bilirəm ki, bir amöbdə də, bir Evglenada da bir dənə ifrazat vakolu var. Bunların cəmi n veribsə, ifrazat vakolu da n olacaq. Üstə gələk. Bir infizor tərlikdə 2 dənə ifrazat vakolu var. İnfizor tərliyin sayını 2n vermişəmsə, ifrazat vakolu 4n. Yəni, ümumi 5n'imiz 80'ə bərabərdir. N də bərabərdir. 80'i 5'ə böləndə nə qədər eləyəcək uşaqlar? 16. İndi 16 dənə biz deməli amöblə yaşıl Evglenanın cəmi 16'dır. İnfizor tərliyin cəmi isə infizor tərliyini biz 2n götürmüşdük. 32'dir. İndi deyir onlarda ümumilikdə neçə nüvə saymaq olar? Ümumiyyətcə uşaqlar heç bu məsələni həll etmədən də qısa olaraq yadınızda saxlayın. Amöbdə Evglenada nüvə sayı da 1'dir. İfrazat vakolu sayı da 1'dir. İnfizor tərlikdə nüvə sayı da 2 dənədir. İfrazat vakolu da 2 dənədir. Əgər yəni biz görürük ki, burada ifrazat vakolundan nüvə onda bir-birinə bərabərdir. 80 dənə də ifrazat vakolu olacaq. Və yaxud da ki, biz burada 16 bu, 32-də infizor tərlik demədik. 16 fərddə 16 dənə nüvə, 32 fərddə 64 dənə nüvə. Cəm yenə bizə nə verdi? 80 verdi. Sonra, kim qaldı uşaqlar? Burada heyvanlardan situasiyaya baxmayam. Mən qalmışam. Cansu de görüm. Cansu ilə Arzu qalıb. Buyur Cansu. Deyir, Hüseyin son vaxtlar özünü yaxşı hiss etmirdi. Anası onu həkimə apardı. Hüseyndən götürülmüş analizlərin nəticəsində əsasən onun bağırsağında, sürfəsində qarmaqları və yetkin fərdində 1000-ə qədər boğumları olan parazit qurd olduğu müəyyən edildi. Deməli, öküz soyteri. Minə qədər, ay sağ ol. Sürfəsində də qarmaqlar. Deməli, söhbət öküz solterindən gedir. Aha, buyur. Deməli, sonra mən sualda nə deyir? Hansı tip, hansı sinifə aiddir, deyir öküz solteri? Yassı qurdlar tipi, lent şəkilli qurdlar sinfi. Ay, sağ ol. Yassı qurdlar tipi, sinifdəki lent şəkilli. Aha. Sonra deyir ki, bu qurd
İnsan orqanizminin inkişafının hansı mərhələsində düşür və hansı mərhələsində onu tərk edir? Demək, insan orqanizminə biz dedik ki, əti kəsilirdi, finna vəziyyətində daxil olur. Ay sağ ol, finnalı mələti ilə daxil olur, finna ilə daxil olur, nə ilə çıxır? Yumurta ilə çıxır. Ay sağ ol. Tamam. Bəs aralıq sahibə nə ilə daxil olur, nə ilə çıxır? Yəni öküzə. Deməli, yumurta ilə daxil olurdu. Oradan altı qarmaqlı süfrəyə çevrilirdi. Sonra finna vəziyyətində çıxırdı. Ay sağ ol. Aha, buyur. Deyir ki, bu qurdun 4 sürfəsində olan qarmaqların sayı onun bir yetkin fərdindəki sormacıların sayından neçə dəfə çoxdur. Biz bilirik ki, birində 6 ədəd qarmaq varsa, 4-ündə 24 ədəd var. Aha, qarmaq 24. Bəli. Bir yetkin fərdindəki sormacıların sayı da 4-ə bərabərdir. Deməli, 24-ü 4-ə bilərik ki, 6 dənə taparıq. 6 dəfə çox. Bəs onun bir yumurtasında neçə qamçı götürürdük? Bax, bu da düşür ha. Bir öküz solterinin 2. Ay sağ ol, 2 qamçılı yumurta şəklində onu öküz qəbul edir. Düzdür, tamamilə doğrudur mənim balam. Bunlar məsələlərə düşür hamısı. Əla Cansu. Sonda kim qaldı? Bayaq kimsə deyirdi mən, Arzu. Arzu buyur. 12-ci Deyir ki, Zoologiya İnstitutuna ekskursiyaya gedən 7-ci sinif şagirdləri laboratoriya otağında formalin məhlulu içərisində saxlanan çay xərçəngi, böv, tarantul və qaraqurt gördülər. Bu canlıları gördükdən sonra şagirdlər biologiya dərsində öyrəndikləri mövzuları yada saldılar. Bir də deyir ki, şagirdlərin formalin məhlulunda gördüyü canlılar hansı siniflərə aiddir? Çay xərçəngi hansı sinifə aiddir mənim balam? Xərçəng kimilər? Bəs böv, tarantul, qaraqurt? Böv, tarantul, qaraqurt bunlar həşəratlar. Yox, hörümçəklərə aiddirlər. Hörümçək kimilər sinifinə aiddir. Bəli. Sonra 2-də deyir ki, bu heyvanlardan hansı və ya hansılar qəsəmə ilə tənəffüs edir? Burada çay xərçəngini götürərik. Düzdür, tamamilə doğrudur. Sonra 3-cü. Burada deyir ki, hər birindən bir ədəd götürülmüş bu canlılarda cəmi neçə yarımayağı olur? Qoy görüm canlılar nə idi? Biri böv idi, biri tarantul idi, biri nə idi uşaqlar? Xərçəng, böv. Gəl, yerimayağını burada tapaq. Bir xərçəngdə neçə dənə yerimayağı var? Bir xərçəngdə 4 cüt. Yerimə ayağı deyirəm. Yeriməyə xidmət edən demirəm. Arzu. 5 cüt götürürük, bəli. Həmişə demişəm. Yerimə ayağı 5 cütdür, amma yeriməyə xidmət edən 4 cüt. Yəni 10 ədəd xərçəkdə. Bizə yeriməyə xidmət edən demirdi ki, sualda nə deyirdi? Yeriməni deyirdi. Hə, uşaqlar? Yerimə ayaqları. Buyur. Böv. Sonra böv hörümçək kimlərə aiddir? Hörümçək kimlərdə 4 cüt yerimə ayağı olur. Ona görə 8. 8, aha. Tarantulda da, qaraqurtda da yenə 8 götürəcəm. Düzdür. 34 dənə. Yaxşı. Sonda qaydırıq bir də başa, hə? Qənirə, buyur. Deyir, anar həyətlərində çoxlu göyərçin saxlayırdı. Biologiya müəllimi anara yenicə yumurtalardan çıxmış göyərçin balalarını müşahidə etdirib, onların toyuq balaları ilə oxşar və fərqli xarici əlamət və davranışları haqqında təqdimat hazırlamağı tapşırdı. Anar müşahidələrini aparıb, göyərçin balalarının toyuq balaları ilə oxşar və fərqli cəhətlərini qeyd etdi. Buyurun. Anarın müşahidədə apardığı quşun balaları toyuq balaların hansı əlamətinə görə fərqlənir? Minimum 3 əlamət. Göyərçinlər deyirik ki, məsələn, yumurtadan çıxıb bunlar. Göyərçinlər deyirik ki, onlar ətcə bala olur. Ay sağ ol. Amma toyuqlar cücə bala olur. İndi ətcə bala ilə cücə balanın fərqinə aid 3 dənə. Deyirik ki, ətcə balalar doğulanda aciz olur. Onları valideynlərinin onların baxmasına, yemləməsinə möhtacdır olur. Yeyilir. Bədənlərində embrion lələk olmur. Düzdür. Cücəllərdə isə bədən embrion lələk örtülü olur. Embrion lələk quruyan kimi özləri müstəqil başlayır gəzməyə, qidalanmağa. Buyur. 2-də deyir, anarın müşahidələ apardığı quşun balaları toyuq balalarının hansı əlamətinə görə oxşuyur? Hər ikisi də quşdursa, bunlarda var dimdik, Düzdür. qanadlar, pəncirləsi. Düzdür, tamamilə. Bunları deyə bilərik. Sonra
Sonra Müşahidə aparılan quşun yuvasında 3 bala varsa, bu balalardakı ayaq barmaqlarının ümumi sayının ana quşun göz qapaqlarının ümumi sayının neçə ədəd çox olduğunu hesablayın. Bir balalardakı ayaq barmağı. Bir dənə quşda deməli 8 dənə barmaq var idi ayaqda. 4, bəli. 3 dənə balada 24 dənə ayaq barmağı. hə 4 4 8 3 dənə də 24. Sonra deyir ana quşun göz qapaqları. Ana quş yəqin bir dənədir. Sənə həm ağılla, həm sərçə verilir, həm də toyuq, həm sərçə verilir, həm toyuq verilir. Bir dənə quşda da deyirik 6 dənə göz qapağıdır. İndi orada neçə dənə ana quş verirsən? Əsas məsələ. Əsas məsələ 2 dənə götürün, bir Ha, göyərçin, son. bir toyuq. Əlbəttə ki, analar ayrı-ayrı göyərçindən, aha. Anladım. Sonra deyir göz qapağı. Bir quşda neçə Quş dənə? şey 4 dənə. Gəlirə, bir quşun göz qapağı neçə dənə götürürdük? Hə, ümumi 6 dənə. 6 3-3. dənə. Bəli, 3 6. Göz qapağı və qırpma pərdəsi. Aha. Onda 2 ana da 12 dənə olacaq. Ay sağ ol. Bu bundan neçə ədəd çox? 2 12 ədəd çoxdur. Dəfə deyim daha. Dəfə desə 2 dəfə. Bəli. Sonra. Sonra mən də Deyir ki, Süleyman Göl qurbağasının ətraflarını skeletinin quruşaq və sərbəst hissələrə ayırır. Deyərək qurbağanın ön ətraf qurşağına aid sümüklərin adını lövhəyə yazdı. Nə yazacağıq? De yazaq. Elə bir Süleyman lövhədə qurbağanın hansı sümüklərini yazdı? Qurbağanın ön ətrafının qurşağı, yəni Mən qarğa sümükləri var, 2 ədəd. 2 qarğa de yazım. Düzdür mənim balam. 2 dənə çörpücü sümük yazacağıq, 2 dənə də kürək sümük yazacağıq. 2 dənə də nə mənim balam? Kürək sümük. Bir də qurbağa yeganə canlı idi ki, bir dənə də döş sümüyü var. Ay sağ ol. Bir dənə döş sümüyü. Neçə növ, neçə ədəd? Oldu 4 növ, 7 ədəd. Tamamilə doğrudur, düzdür. Sonra buyur. Hansı sümüklərin adını yazdı, bunu dedik. Süleyman adını yazdığı sümüklərdən hansı və yaxud hansıları zolaqlı kərtənkələrin Döş qəfəsinə aiddir. döş qəfəsinə aiddir. Bunlardan hansı döş qəfə? İnsanın özündə də döş qəfəsinə gedir. Hansı? Döş sümüyü aiddir, mən döş qəfəsinə. Döş qəfəsi hansı düsturla hesablanır Xədicə? Döş qəfəsinin düsturunu necə hesablayırdıq ya? Döş qəfəsi ilk dəfə hansı canlılarda yaranmışdı? Döş qəfəsi sürünənlərdə yaranmışdı Ay ilk sağ dəfə. ol, düzdür. Döş qəfəsi, döş fəqərələri, bir də qabırğalardan, bir də döş sümüyü ilə ibarət idi. Ay sağ ol, düzdür. Döş fəqərəsinin sayını çox götürürdük, yoxsa qabırğanı? Qabırğanı 2-ni götürürdük. Əla. Digərini götürdük. 3n plus 1 olur onda. Ay sağ ol. Birdəki döş sümüyünün sayı da əla, düzgün yadıma düşdü. Buyur, üçüncünü də görək. Üçüncüdə deyir ki, lövhəyə adı yazılmış sümüklərin ümumi sayı qurbağanın onurğa sütunundakı fəqərlərin sayından neçə ədəd azdır? Həllini yazın. Burada mənim aradakı fərqi hesablamaq üçün 2 kürək, 2 körpücük, 2 qarğa, bir dənə də döş sümüyü. Tapmışdıq, onu tapdıq. 7 dənə tapmışıq. Onurğa sütununda fəqərələrin sayı nə qədər? Qurbağanın onurğasında neçə fəqərə, neçə sümük demişdik? Fəqərə deyəndə neçə deyirdik, sümük deyəndə neçə? Fəqərəsi mən onurğada 9 olmalı idi. Bəli, bəs sümük desək? Sümük deyəndə nə qədər götürürdük? Qurbağanın onurğası 9 fəqərə. 10 sümükləri. 10 dənə, mən bir dənə çox. Çünki quyruq sümüyü, indi sən bu 9 dənə fəqərə hansılar idi? Say görün mənə Xədicə. Boyun şöbəsində bir dənə fəqərə var. Gövdə şöbəsində 7 fəqərə var. Bir də çanaq şöbəsində bir fəqərə var. Cəmi 9 dənə. Omada bir dənə fəqərə. Bəs quyruqda? Orada sümük götürürdük. Bir dənə sümük. Ona görə bəs niyə bir sümük deyiriksə, amma 10 sümük deyirik? Deyirik 9 fəqərə 10 sümük. Çünki fəqərlər də sümüklər aid. Ay sağ ol, düzdür, tamamilə doğrudur. Onurğa sütununda fəqərə 9, onu da 7. 9, 7-dən... 2 dənə fərqi var. Bəli, 2-dir. Mən bilirəm ki, fəqərə sümük sayılır, amma sümük fəqərə sayılmır. Ay sağ ol, bəli.
fəqərə sümük sayılır, amma bütün sümüklər fəqərə sayılmır. Bütün sümüklər fəqərə sayılmır. Yaxşı, kimdə qaldıq uşaqlar? Məndə müəllimə. Xədicədən sonra kim idi? Buyur. Ayşə. Ayşə Deyir ki, tələbə çöl təcrübəsində tutduğu kəpənək, hörümçək və çərtikəni qutularda qoydu. O bu qutuları rəqəmə işarət etdi. Aha. Deyir ki, birincidə inkişafında pup mərhələsi var. Burada tam çevrilmədi. Yox, bir dəqiqə. Pup mərhələsində, pup mərhələsində tam çevrilmədi. Biz də deyirdik ki, tərkibində t olanlar qeyri-tamamı idi. Ona görə kəpənək olur birinciyə. Kəpənək. Bəli, pup olur da mənim kəpənəkdə. Amma çərtikədə olmur pup. Deməli, birinci qutuda kəpənək var. İkinci qutuda deyir ki, tənəffüs sistemi ağciyərlər və traxeyalardan ibarətdir. Bu hörümçəklərə aiddir. Deyir ki, üçüncüdə eşitmə və səs çıxarma orqanı olur. Bu da çərtikələrə aiddir. Deməli, birinci qutuda oldu kəpənək, ikinci qutuda hörümçək, üçüncü qutuda da çərtikə. Yazdım. Deyir ki, üçüncü rəqəmi ilə işarə edilmiş qutudakı canlının aid olduğu sinfi və dəstəni müəyyən edin. Deməli, çərtikə aiddir həşəratlar sinfi, dəstə olaraq düzqanadlılar Başqa dəstəsinə nə aid. aid idi düzqanadlılar dəstəsinə çərtikədən başqa? Yaşıl şalalar aid idi. Evet. Sonra sisək, dəvə dəlləyi, Tamamilə dana dişi. doğrudur. İkinci Evet, bunlar. qutu. İkinci, bir rəqəmi ilə işarə olunmuş qutudakı canlının hərəkət orqanlarının adını və müvafiq olaraq sayını yazın. Deməli, kəpənəklər idi, birincidə dedik. Hərəkət orqanları qanadlarda iki cüt pərdə şəkilli qanadlar deyirik. Bir də hərəkət orqanı deyəndə. Bir döş ayaqları var idi. Bəli. Üç cüt. Üç cütdə 20 ayaqları götürürdük. Bəli. Onlar da düzdür, döş ayağı. Deməli, sayını soruşur. Bəli. Deməli, dedik ki, 2 cüt 4, 3 cüt 6, 10 dənə olur sayıda. Sonda buyur. Deyir ki, ikinci rəqəmi ilə işarə edilmiş qutudakı canlının 20 ayaq, bir dəqiqə. İkinci qutuda hörümçəklər idi. Aha. Deməli, hörümçəklərdə deyir ki, 20 ayaqlarının sayı x, gözlərinin sayısı y bərabərdir. Deyirik ki, gözlərinin sayı 4 cüt sadə göz idi. Yəni 8 dənə. 20 ayaqlarının sayı bir dənə o yadımdan çıxdı. Biz 20 ayaqlarını da onlarda 4 cüt götürmüşdük də. Hətta deyirdik 20 ayaqlarının sayı gözlərin sayına. Gözlərin sayına bərabər, sadə gözlərin sayına bərabər. Bəli, 8 olur. 8 16 eləyir cəmidə. Düzdür. Aysel'dən sonra kim idi buyursun uşaqlar. Kim idi Aysel'dən sonra? Mən idim müəllimə. De görüm Aynur. Şagirdlər xordallar tipinə aid mövzularla tanışlıqdan sonra ümumiləşdirici dərsdə onurğalılara aid olan canlıların oxşar və fərqli xüsusiyyətlərini müqayisə etməyə başladılar. Onlar müqayisə obyekti kimi şəkildəki canlıları götürdülər. Burada birinci canlı quşlar sinfinə aid olan canlıdır. İkinci it məməlilər, üçüncü qurbağa suda yaşayanlardır. Dördüncü də kərtənkələ, bu da sürünənlərə aiddir. Düzdür, tamamilə doğru. Oxuyun. İndi buyur, oxu. Bu canlıların hansında borlu sümüklər postembrional doğulduqdan və ya yumurta qabığından çıxandan sonraki inkişaf dövründə əmələ gəlir. Yəni ətraflar, borlu sümüklər ətraflarda olur. Nəyi götürürdük? Qurbağa. Sağ ol. Çünki qurbağanın əvvəl çömçə quyruq çıxır kürüsündən və çömçə quyruqda da ətraflar olmurdu. Deməli, uşaqlar yadınızda saxlayın. Hətta biz 11-lər bilir, eralar keçəndə onlarla da keçdik. Orada da, hətta mən dərs izahında da demişdim. Embrional devirdə borlu sümük məməlidə götürə bilərik, quşda götürə bilərik, kərtənkələdə götürə bilərik. İlk dəfədə kərtənkələdə sürünəndə deyirik. Embrional devirdə borlu sümük. Amma postembrional devirdə borlu sümük deyəndə nəyi götürürük? Qurbağanı götürürük. Buyur. İkinci sual oxu görüm Aynur. Bu canlıların hansı və ya hansılarında mayalanma daxil olsa da rüşeymin inkişafı xarici mühitdə gedir. Quşlarda mayalanma daxildədir. Amma inkişafı harda yumurtadan xaricdə gedir. Kürt yatır da. Məsəl üçün deyir, toyuqları görmüsən heç
xaricə yumurta qoyulur. Tutaq toyuq onun üzərində kürt yatır, cücə çıxır. Göyərçində də yenə. Deməli, yumurtanın üzərində kürt yatırlar. Yəni yumurtadan rüşeyimin çıxması, inkişafı xarici mühitə gedir. Bir də nəyi götürəcəyik? Daxili mayalanma, amma rüşeyimin inkişafı xaricdə. De görüm düz dedin. Kərtənkələmə, Ay, sağ ol. sürünən. Onlar da daxildən mayalanır, mayalanmış yumurtalarını qoyur xaricə və xaricə qoyulmuş yumurtada rüşeyimin inkişafı gedir deyirik. Düzdür, tamamilə doğrudur. Qurbağada da yumurtanın inkişafı xaricdə gedir, amma onlarda daxili deyil, xarici mayalanmadır. Çünki erkək qurbağalar, dişi qurbağalar gedir suya kürlərini tökür. Erkək qurbağalarda həmin kürünün üzərinə spermatozoidlərini axıdıb onları mayalandırır. Yəni xaricdə suda gedir. Məməlilər də ümumiyyətcə diri bala doğurur. Onlarda elə daxildə gedir bu şeyimin inkişafı. Sonda 3-cü sualı oxu görüm. Bu canlılardan sabit bədən temperaturuna malik olanların ürək kameralarının sayının cəmi, soyuqqanlı olanların ətrafdakı barmaqların ümumi sayından neçə ədəd azdır? Sabit bədən temperaturu göyərçində var idi və məməlilərdə də sabit idi. Onlarda göyərçin və 4 kameralı ürəkdir. 4, Sonra 8. Aha. Soyuqqanlı olanların barmaqlarının sayı. Soyuqqanlı olanlar qurbağa ilə kərtənkələdir. Qurbağada ön ayaqların sayı hər birində 4, 8 dənə. Barmaqlar, aha. Arxada isə Düzdür. barmaqlar 3 dənə olurdu. O da 10, 18 eləyir. Kərtənkələ. Hamısı 5 idi. Ay sağ ol. Yəni bu 4 dənə ətrafın hər birində 5, 4-ü 5-ə vuranda 20. Bu cəmi nə qədər elədi Aynur? 38 elədi. İndi 8 38-dən neçə ədəd azdır? 30 mən. Ay sağ ol. Düzdür. Gözsüz uşaqlar, situasiya qəşəkdir. Situasiyanı işləmək lazımdır. Kimdə qaldıq Aynurdan sonra kim idi uşaqlar? Hamı öz sırasını əzbər yadında saxlasın. Məryəm idi deyəsən. Məryəm buyur. Mən bir də ki, mənim həmişə situasiya belə 2 dənə nəzəri sual, bir dənə məsələ olur. Yox, fərqli ola bilər. Yox, elə bir şey yoxdur. İndi təsadüf elə olub. De görək. Məryəm. Mən 17-yə baxıram. Bəli. Sən oxudun 2 dəfə, yoxsa 1 dəfə oxumusan? 2 dəfə oxudum mən. Uşaqlar, hər kəs 2 dəfə oxuyub. Bəli, mən. Mən 3 dəfə oxumuşam. Ha, yox, Mən də 3 dəfə oxumuşam. Da 3-cü dəfədir. De, buyur Məryəm. Yaxşı. Bir dəqiqə 7B sinifin şagirdləri Qubaya ekskursiyaya getmişdi. Onlar çəmənlikdə gəzərkən müxtəlif həşəratlara rast gəldilər. Bu həşəratlardan kəpənəklər, bal arıları, çəyirtkələr, minicilər və parabüzənlər şagirdlərin diqqətini daha çox çəkdi. Birinci sualda deyilir ki, mətndə adı keçən həşəratlardan hansı və ya hansıların inkişafı qeyri-tam çevrilmə ilə gedir. Adı çəkilənlər kəpənək, bal arısı, çəyirtkə, minicilər, parabüzənlər. Deyir ki, kəpənək, bal arısı, çəyirtkə, minici və parabüzənlər. Aha. İndi qeyri-tamla gedəni de görün, burada biz hansıları götürəcəyik qeyri-tam. Çəyirtkə qeyri-tamdır. Bəli, düzdür. Sonra? Çəyirtkə. Bir dənə elə çəyirtkəni götürürük də qeyri-tam olan. Aha, buyur. İkinci sualda deyilir, mətndə adı keçən həşəratlar cücülər sinifinin hansı dəstələrinə aiddir? Bir deyək. Kəpənək hansı dəstə götürürdük? Mən pulcuq qanadlı dəstəsi idi. Aha, kəpənəyi götürdün. Pulcuq qanadlar dəstəsi. Sonra? Parabüzənlər sərt qanadlar idi. Aha, düzdür. Və ya böcəklər dəstəsi deyirdik, düzdür. Çəyirtkələr düz qanadlar idi. Bal arıları. Bal arısı hansı dəstəyə aid idi? Pərdə qanadlar idi. Bəli, və ya zar qanadları. Arı, qarışqa, minici. Bunlar pərdə qanadları. Minici də elə. Düzdür, tamamilə doğrudur. İndi buyur, bunu da dedik. Gəldik növbəti. Üçüncü. Bu həşəratlardan mürəkkəb gözlərlə yanaşı, həm də sadə gözlərə malik olan adını yazın.
və onun 5 yetkin fərdindəki uçmağa xidmət edən hərəkət orqanlarının sayını hesablayın. Hı -hı. Deyir, mürəkkəb gözlərlə yanaşı bayaq dedik, bax, Məryəm. Bayaq Aynurla müzakirə edirdik deyə Aynur da bilmədi. Hansı həşərat idi ki, onlarda bir cüt mürəkkəb gözlə yanaşı istisna 3 dənə də sadə göz götürürdük, Məryəm? Mən arılar idi. Aysa arılardır, düzdür. İndi söhbət arılardan gedir. Adını yazdıq arılar. İndi arıda uçmağa xidmət edən hərəkət orqanı deyəndə nəyi nəzərdə tuturuq? Qanadları. Qanadları. Bir arıda neçə dənə qanad götürürük? Arıda qanad sayı 2-dir, 4-dür, yoxsa 0? 4 dənədir. 4 dənə. 5 arıda? 5 arıda 20 dənədir. Kəlbətinlə alıram, Məryəm sözü. Fatimə, sən oxumusan 3-cünü? Görməyim. Oxu görək, digər Fatimə də oxuyar səndən sonra. Məsələn, Buyur, oxu görüm. Sən oxu hələ Fatimə. insanlar xəstəyə törədən qızlar əsasən yaşlı və saf qızlar üçün aiddir. Düzdür. Belə qızların insan askeridir, öküz soğuturu və qərəcər soğutusunu misal göstərmək olar. Bu qızlar müxtəlif olaraq hansı sinflərə aiddir? Askerliklər saf qızlara aiddir. Öküz soğuturu lənşəkli qızlara aiddir. Qərəcər soğutusu da sözlü qızlar sinfidir. Asqarit əsl sapqurtlar sinfidə, düz. Sapqurtlar tipi əsl sapqurtlar sinfidir, belə götürürdük. Aha, sonra növbəti ikinci sual oxu. Adları çəkilən qızlardan hansı və ya hansı aralıq sahib olmadan birbaşa inkişaf dövrü ilə tərbiyələnir? Buna askerit demişdik. Asqaridi demişdik, bəli. Hətta biz onu geohelmit götürmüşdük. Düzdür. Sonra Hər birindən eyni sərdə götürülmüş bu qızların cəmi 24 ədəd sorması vardırsa, onlardan müstəsinin fərdi inkişafında qarmaqlı seçi olduğunu hesablayın. hər birindən eyni deyirsə, deməli asqaridi də x götürəcək. Bax, bura yazıram. Asqarit x, öküz solteri x, qaraciyər sorutusu x. İndi asqaritdə sormaç vardı mı mənim balam? Fatimə, asqaritdə sormaç götürürdük. Hörmət, Necə? götürmürdük. Götürmürdük. Asqaritdə yoxdur. Bir öküz solterində neçə sormaç götürürdük? Bir sormaç. Bir öküz solterində neçə sormaç var idi? Bayaqdan məsələ həll edirik. 3 idi müəllim. 3 idi. Aha. Onda bəs 3 niyə ay bala? Bir öküz solterində neçə dənə sormaç? 4 dənə. Onda x-da nə qədər götürəsən? 4. 4x götürəsən. Aha, sonra qaraciyər sortusunda bəs necə? Qaraciyər sortusunda Bir qaraciyər sortusunda neçə dənə sormaç götürmüşdük? bunda 3 dənə idi müəllim. 3 dənə deyildi, xeyr, 2 dənə idi. Ağız sormacı, qarın sormacı. X-da da 2x. Cəmi nə qədər oldu Fatimə? 6x-i də sənə nə qədər verib məsələdə? X də bərabərdir nə? Deməli 4 dənə asqarit var, 4 dənə öküz solteri var, 4 dənə də qaraciyər sortusu var. Qarmaqlı sürfəyə biz hansında bunlarda qarmaqlı sürfə deyirdik? 6 qarmaqlı sürfə hansında deyirdik mənim balam? Hansında? Askeritdə. 6 qarmaqlı sürfə. Asqaritdə kim dedi ki 6 qarmaqlı sürfə var? Sənə kim öyrətdi onu Fatimə? 6 qarmaqlı sürfə hansını deyirdik uşaqlar? Öküz solteri. Öküz solteri. Bəli, yumurtadan 6 qarmaqlı sürfə çıxırdı deyirdik.
Mhm. Yaxşı. İndi onda 6 qarmaqlı sürfə neçə fərddə? Ancaq 4 dənə fərddə də öküz şeyi də götürürük, öküz solterində götürürük 6 qarmaqlı sürfə. Yaxşı. Kim qaldı uşaqlar situasiya oxumamış? Müəllim, oxuyum mən. Sən oxumamısan? Oxumuşam. Yenə deyirdim. Mənim Aytacım oxumayıb. Qoy görək qalan var, Aytacı oxuyarsan. Qalan var, uşaqlar oxumamış. Üçüncünü, Ha, gəlsin. üçüncünü əksəriyyət oxumuş. Mən ikincini oxumamışam. Ha, Aytac oxumayıb, o heç. Aytac oxun da. Elə biləm oxumusan üçüncü. De görək. Cədvəldə zooparka yeni gətirilmiş heyvanların bəzi xüsusiyyətləri qeyd olunmuşdur. X növündə deyir ki, yarımsu həyat tərzi keçirir, kürt yatır, tükü örtüyü yaxşı inkişaf etmişdir. Daha sonra Y deyir sabit bədən temperaturuna malik deyil, döş qəfəsi olmur, bədəni buynuz mənşəli pulcuqlarla örtülüdür. Z növü suda yaşayır, bədəni sıx lələklərlə örtülüdür, barmaqları arasında üzmə pərdəsi olur. İndi birinci Bu heyvan növləri hansı siniflərə aiddir? Yarımsu həyat tərzi keçirir və kürt yatır. Tükü örtüyü də yaxşı inkişaf edib. Bu nə olacaq X? Yəni yarımsu həyat tərzi keçirir. Məməli olar da müəllim. Məməli heyvandır da, bilirik. Tük varsa konkret məməlidir. Bəli. Məsələn, yarımsu həyat tərzi keçirən Deyin görək, əl qaldırırsınız. Ördək burun mənim. Tük örtüyü. Uşaqlar, əslində burada bəlkə cavabı suiti verib. Amma suitini da yarımsu yox, şey götürürük, su məməlisi götürürük. Sadəcə quru ilə əlaqəsi itməyən. Bəli, ördək burnu deyə bilərik yarımsu. İndi bir dənə cavaba baxın orada, görün orada nə verib. Çox güman ki, amma ördək burunda da Müəllim, hansı sinif deyirdi? Onsuz canlı soruşmuş. olsun da yenə, hə, sinif deyir onda, məməlilər sinifinə aiddir. Aha. Bəli. Tük örtüyü varsa məməlilər sinifinə aiddir. Y balıqdır. Yəni soyuqqanlıdır, döş qəfəsi yoxdur, həm də pulcuqlarla örtülüb. Aha, düzdür. Zəti suda yaşayır, bədən sıx lələklərlə örtülüdür. Bir dənə deyil. Bu da ki, quş. Ay balay, Y-i səhv götürdüm. Balıq deyil Y. Bədəni buynuz mənşəli pulcuqlarla örtülüdür. Bu sürünənlər olacaq. Bəli. Sürünənlərdə İndi baraq sürünənlərdə döş qəfəsi var. istisna var. Hansı sürünən idi ki, onda döş qəfəsi yox idi? İlan. Ay, sağ ol. Deməli, ilandır. O da sürünənlər sinifi. Sonra suda yaşayır, bədəni sıx lələklərlə örtülüdür, barmaqlar arasında üzmə pərdəsi olur. Lələklərlə örtülüdürsə, quşdur da yəqin ki. Deməli, Quşun suda yaşayan nümayəndəsi. bəli, suda yaşayan. Deməli, X oldu ördək burun, uşaqlar. Ördək burun. Yenə deyirəm, əvvəl güvəndə filan suitini də verir yarım su. Amma siz ördək burun götürürsünüz. Çünki suiti artıq su məməlisi deyirik. Sabit bədən temperaturuna malik deyil, döş qəfəsi olmur. Bunu ilan dedik. Deməli, X-a ördək burun, Y-ə ilan dedik. Z-ə isə quşlar, su quşları da belə deyik. Suda yaşayır. Pingvin mənim ola bilər. Ola bilər, bəli. Pingvində də barmaqlar arasında nə olurdu su quşlarından? Üzmə pərdəsi var idi, deyirdik də. Bəli, ümumiyyətcə su quşlarının, pingvin özü də su quşlarıdır. Yaxşı. İkini oxuyum müəllim. Buyur. Yalnız X növünün aid olduğu sinifin nümayəndələrinə aid 3 xüsusiyyət yazın. Mənim X deməm məməlilər sinifidir. Məməlilər sinifində süd vəzləri var. Sonra plasenta var. Daha sonra tər vəzləri var. Çox şey deyə bilərəm. Qulaq heyvanı, bəli, qulaq keçəcək, diafragma. Sonra buyur.
Z növünün aid olduğu, yəni quşların aid olduğu quşlar sinfinin nümayəndələrində ön ətraf qurşağını əmələ gətirən sümüklərin sayı onların ön ətrafındakı barmaqların sayı ilə hansı nisbətdədir? Ön ətraf qurşağını onlarda əmələ gətirir 2 kürək. Quşlarda bu E, yazın. Quşlarda 2 kürək, 2 Körpücük. körpücük, bəli. Qarğa yox idi. Niyə yox? Bir də mənimki qarğa. 2 dənə də Qarğa da var. Bəli, 2 kürək, 2 körpücük, 2 qarğa. 3 Mənim 6 ədəd. ön ətraflarında da 3 barmaq var idi. İndi bir ön ətrafında 3 barmaq. Ön ətraflar deyir. Ay Tacı, nə demişəm? Onda 6. Hı. Bəli. Mənim onda 6 bölünsün 6 1-in 1-ə nisbət olacaq. Aha. Ay Tacı, sən bir dənə mənə balığın döş üzgəcinin qurşağından tutmuş məməllərə qədər say görüm. Sən bunu çaşdın, necə mən biraz ehtiyat elədim. Buyur. Birinci gələk. Döş üzgəcinin qurşağına nə götürürdük? Deməli müəllim, 2 qarğa, 2 kürək. Düzdür. Bəs yaxşı, qurbağada çiyin qurşağına nə götürürdük? 2 kürək, 2 qarğa, 2 körpücük. Düzdür. Bir dənə də qurbağada. Döş sümüyü. Ay sağ ol. Onda tam say Aytac. Buyur. Sürünənlərdə, quşlarda nə? Sürünənlərdə 2 qarğa, 2 kürək, 2 körpücük. Quşlarda? Quşlarda da 2 kürək, 2 körpücük, 2 qarğa. Aha, ilk məməllərdə? İlk məməllərdə itdə 2 kürəyi idi yalnız. İlk məməllərdə 2 qarğa, 2 kürək. 2 dənə də? Körpücük. Ay sağ ol. 2 kürək, 2 körpücük. Elə ki, mənim yarasalarda söyləyim ki, quşlarda ilk məməllərdə Yox, yarasa ilə quş ilk məməli eyni ola bilməz. Yarasa və primatlarda necə? Onlarda yəni 2 kürək, 2 körpücük. İnsan hansı dəstəyə aiddir? Primatlar dəstəsinə. İnsanda da nə götürürük onda? 2 kürək, 2 qarğa. Qarğa deyirik yenə bu qız. Körpücüyə müəllim, çaşdım. 2 kürək, 2 körpücük deyirik çiyin qurşağı. Aha. Mən bunu yazdırmışdım sizə. Yadınıza gəlir sxem şəklində. Bəli müəllim. Bəli. Bəli deyirik, amma yaddan çıxıb Aytac. Yaxşı, kim qaldı? Kimsə qaldı uşaqlar. Üçüncü dəfə mənim oxuma, mən qaldım. Kim qaldı? Fatimə qaldı, o birisi Fatimə. Rüstəmova. Rüstəmovanı dəvət gətiririk. Buyur. Deyir ki, müəllim ümumiləşdirici dərsdə boğmayaqlar tipinə aid bəzi canlıların şəklini lövhədən açaraq şagirdlərə bu canlıların xarici və daxili quruluşları oxşar və fərqli cəhətlərini söyləmələrini istədi. Birinci sualda deyir ki, şəkildəki canlılara aid olduqları sinifləri müvafiq olaraq yazın. Birinci şəkildə verib mən olanam. Nəyə şəkildir o birinci? Birinci əqrəbi verib, hörümçək kimlərə aiddir? Hörümçək kimlər sinfinin əqrəblər dəstəsi. Biraz da incələsək belə deyəcəyik. Buyur, doğrudur, əla. İkinci? İkinci həşəratlar sinfidir. Düzdür, may böcəyinin şəklidir də. O sərt qanadlar dəstəsindən may böcəyi. Sonra? Üçüncü, hörümçək kimlər dəstəsi. Düzdür, hörümçək kimlər sinfinin şəklər dəstəsi. Aha. Bəli. Üçüncü isə xərçəng kimlər, çay xərçəngi. Xərçəngi, düzdür, götürə bilərik, düzdür. Siniflər. Deyir ki, bu canlıların əslində dedikdə siniflər dedik. Məsələn, may böcəyi hansı sinfə aiddir? Həşərat. Həşərat. Bəs əqrəb? Hörümçək. Hörümçək kimilər? Xərçəng. Bəli. Hörümçək kimilər? Bəli. Haçlı hörümçək hansı sinifə aiddir? Hörümçək kimlər? Düzdür. Bəs yaxşı, xərçəng hansı sinifə aiddir? Çay xərçəngi? Xərçəng kimlər? Xərçəng kimlər sinfi, düzdür. Boğmayaqları 3 sinfə bölmüşdük. Hörümçək kimlər, xərçəng kimlər və həşəratlar sinfi. İkinci sual oxu. Deyib, bu canlılardan hansı zəhər vəziyyətinə malikdir? Birinci və üçüncü. Əqrəblə hörümçək. Ay, sağ ol. Əqrəbdə, hörümçəkdə hansında zəhər vəzisi bədənin ön hissəsində, hansında arxa hissəsində yerləşir? Əqrəbdə sonuncu boğumda iynəsində idi. Yəni bədən son hissəsində, qarıncığın sonunda yerləşir. Bəs hörümçəkdə? Hörümçəkdə isə başdaydı.
Bəli, xilisirin dib hissəsini açılırdı. Bir cüt zəhər vəzinin axarı başdaydı. Sonra buyur. İlkin şəkildəki zəhər vəzinə malik canlılarda olan yermə ayaqlarının ümumi sayı verilmiş. Bütün canlılarda böcəklərin sayının cəmindən neçə dəfə çoxdur? Hı -hı. Zəhər vəzisi olan canlılar deməli 4 cüt yerimə orqanı var, ayağı var. 4, 8, 16 dənə cəmi yerimə ayağı. Bəli, 4 cüt əqrəbdə, 4 cüt də hörümçəkdə götürdük. Yəni 8, 8, 16. Aha. Bığcıqlarda, əqrəbdə bığcıq yoxdur. Aha. Düzdür. Hörümçək kimlər sinfinə aiddir? Aha. Aha. İkincidə 2 ədəd bığcıq olur. Bəli. May böcəyində bir cüt 2 ədəd. Aha. Ha. Üçüncü bığcıq yoxdur bunda da, üçüncüdə. Hı -hı. Hörümçəkdə də, xas hörümçəkdə də bığcıq yoxdur. Xərçəngdə də 4 dənə bığcıqdır. Hı -hı. Deməli, bığcıq oldu 6, yerimə ayağı oldu 16. İndi bu bunun nə qədər çoxdur? 10. 10 ədəd çoxdur, düzdür, tamamilə doğrudur. Yaxşı. Sonda qalan oldu uşaqlar. Adı çək. Mən oxuyub qılsam olar. Məşqan başlayıb. Oxu, bundan da yekunlaşdıraq dayı Cansu. Tamam. Buyur. Deməli, Kənan Böyük Göl ilbizi və Anadontanı müqayisə edərək onların oxşar və fərqli xüsusiyyətləri haqqında təqdimat hazırladı. Birinci sualda deyir ki, təqdimata Böyük Göl ilbizinin Anadontadan xarici quruluşuna görə hansı fərqli cəhətləri yazıla bilər? Buyur. Deməli, müəllimə biz deyirdik ki, bədəni 3 hissədən ibarət. Hansı tipə aiddir? Bu mollusklar tipi. Ay, sağ ol. İlbizin bədəni neçə hissədən ibarətdir? Anadontanın bədəni neçə hissədən ibarətdir? İlbizin bədəni deyirdik 3 hissədən ibarətdir. Baş, gövdə, ayaqdan. Anadontanınkisi 2 hissədən, gövdə və ayaqdan. Düzdür, tamamilə doğrudur. Bir fərq bu xarici quruluşunda. Başqa? Bəli. Sonra deyə bilərik ki, lamsa çıxıntılarının olmasına görə fərqlənirdi. Bəli. Daha sonra deməli ilbizdə deyirdik bir böyrək idi, Anadontada 2 böyrək idi. Sonra nə deyə bilərik? Deyə bilərik Anadontada deməli göz yox idi, amma ilbizdə 2 ədəd göz var idi. Tənəffüs orqanı nə idi ilbizin Anadontanın? İlbizdə ağciyər deyirdik, Anadontada isə 4 ədəd qəlsəmə deyirdik. Aha. İlbizdə belə deyə ürək kamerasının sayını neçə götürürdük? Anadontada neçə götürürdük? 2 götürürdük, digərində 3 götürürdük. Düzdür, tamamilə doğrudur. Anadontada 3, ilbizdə 2 kameralı ürək deyirdik. Giriş-çıxış sifonu hansında vardı, hansında yoxdur? Nətər məyinə eşitmədim. Giriş-çıxış sifonu. Anadontada var idi. İlbizdə? Yox idi. Spiral şəklində burulmuş çanaq, 2 taylı çanaq. 2 taylı çanaq deyirdik Anadontada, spiral şəklində burulmuş çanaq isə ilbizdə idi. Bəli, çox saydıq. Bizə 4 deyirdi, biz 4-dən çox saydıq. İndi 2-ni. Belə olanda yazın. Məsəl üçün. Amma bəzi elə suallar var idi, bayaq konkret cavab istəyənə. Onda konkret cavabı yazın. Yaxşı uşaqlar. Buyur. Daha sonra deyir ki, təqdimatda hər iki canlı atmosfer havası ilə tənəffüs etdiyi yazıla bilərmi? Cavabınıza əsaslanır. Xeyr, yazıla bilməz. Çünki biz hər ikisini deyirdik ki, suda həll olmuş oksigen ilə tənəffüs edirdi. Lakin ilbiz ağciyərlər vasitəsilə suda həll olmuş oksigendən tənəffüs edirdi. Yox, ay Cansu. Ağciyər nə vaxtdan suda həll olmuş oksigenlər tənəffüs edir? Ağciyər yoxdur, müəllimə, qalsana. Bəs sən deyirsən, ilbiz ağciyər vasitəsilə suda həll olmuş oksigendən istifadə edir. İlbiz 1 saatda 7-8 dəfə köhnə dəstliklərdə hətta belə verirdi. Suyun üzərinə qalxır və atmosfer oksigeni ilə. Əgər tənəffüs orqanı ağciyərdirsə, traxeyadsa, atmosferin oksigenindən istifadə edəcək. Yox, əgər qəlsəmədirsə, suyun oksigenindən istifadə edəcək. Buyur. Bu sualda deyir ki, hər iki canlı deyirsə, ola bilməz. Çünki qəlsəmə ilə tənəffüs etdiyinə görə gərək suda həll olmuş oksigenlə tənəffüs etdiyi üçün atmosfer havası yox, su ilə tənəffüs edir. Yəni suda olan oksigendən istifadə edir. Buyur, sonda növbətində oxu. Deyir, hər birində eyni sayda götürülmüş bu molluskların ürəklərində cəmi 18 qulaqcıq olarsa, anadontaların ürək kameralarının ümumi sayı neçə olar?
Mən bunu heç ehtiyac yoxdur hesablam. Elə 18 deyə bilərik də. Necə? Məsələn, biz deyirik ki, bir qulaqcıq ilbizdə var, 2 qulaqcıq anadontada var. Anadontanın ürəyinin sayı da ürəyindəki 2 qulaqcıq bir mədəcikdir, yenə 3 hissədən təşkil olunur. Yəni Bir baxaq da 18-i mənə balam. İlbiz hər ikisini deyir eyni sayda. İkisini də x-la işarə elədik. Bəli. Düzdür Cansu? Deməli x üzərinə gəlsin 2x. Verdi bizə 18. 18. Aha. 3x bərabər də 18-ə, x verdi 6. Deməli anadonta 6-dır və ürək kamerası da 3-dür, 6-nı Üç vururuq. 3 hissədən. Aferin. Düzdür. Belə uşaqlar. Digər uşaqlar hazırlığa, o birisi hazırlıqlar keçirlər deyə dayandırıram burada. Kaydımız